qanunlarından, hansı ki bu suallar qəbula düşüb 2016-dan 2025-ə qədər. Baxırıq birinci sualda. Birinci sual vektorlarla bağlı bir dənə məsələdir. Deməli, şagirdlərin bəziləri burada çaşırlar, hətta şəxsiyə atanlar da var ki, mən belə sualları necə eləyim? Deməli, uşaqlar, belə sualları eləmək üçün siz nə edirsiniz? Bu hər iki qüvvənin əvəzləyisini göstərməliyik. Hər ikisini toplanlara bölməliyik. Yəni, həm x f1-in, həm də f2-nin x və y oxları üzrə toplanlara ayırmalıyıq. Mən birinci başlayıram f1-dən. Baxın uşaqlar, mənim bu f1-im, düzdür? Bax, bunun x oxu üzrə toplananı, bax, budur, göylə yazıram. X oxu üzrə toplananı nə qədərdir? Neçə damadır? 1-dən, başlanğıcı 1-dədir, sonu isə 4-dür, düzdür? Deməli, bunun x oxu üzrə toplananı neçə newtondur? Fx 1x bərabərdir 3 newton, düzdür? Bunun y oxu üzrə proyeksiyası isə, baxın, budur. Və yuxarı 1 newton, düzdür? Buna yazacağım mən f1y 1 newtondur. Əla, əla. İndi mən keçirəm f2 üçün yazıram. Baxın uşaqlar, f2-nin y oxu üzrə proyeksiyası 1-dir, yəni 1-dən 2-yə 1 damadır və aşağıdır. Yazacağım ki, belə f2y nə qədərdir? 1 damadır. Yəni, daha doğrusu 1 newtondur. f2-nin x oxu üzrə proyeksiyası isə mavinin üzərindən gedəcəm. O da 1-dən 4-dədir. Yəni, o da 3-dür. Düzdür? Və bunu qırmızı ilə götürəcəm. f2x o da bərabərdir 3-dür. İndi siz fikir versəz, bu f1y 1 newton yuxarı, f2y 1 newton aşağı, f1x 3 newton sağa, f2x də, yəni ikinci vektorun, ikinci qüvvənin x oxu üzrə proyeksiyası 3-dür. Deməli, bunlar bir-birini kompensasiya eləyəcək, yəni bir-birinə eyni qüvvə ilə təsir etdiyinə görə nə aşağı düşəcək, nə yuxarı. Və bunların əvəzləyisi nəyə bərabər? 0-a. Və bunu sadəcə sağa doğru 3 newton, hər ikisi eyni istiqamət olduğuna görə olacaq 6 newton qüvvə ilə dartılacaq. Aydındır? Aydındır uşaqlar? Ay, sağ olun. Aha. Əla. İndi keçirik növbəti suala. İkinci suala. İkinci sualda isə bizə ipin gərilmə qüvvəsi ilə bağlı bir dənə məsələdir. İpin gərilmə qüvvəsini deyir ki, hesablayın. İpin gərilmə qüvvəsini uşaqlar, deməli biz burada nəyi tapmalıyıq? Deməli buraları silim, yuxarıları silim, vektor olan bölmələri silim. Deyir ki, ipin gərilmə qüvvəsini hesablayın. İpin gərilmə qüvvəsinin düsturunu biz bilirik ki, yəni qayda izahında demişəm ki, ipin gərilmə qüvvəsinin düsturu 2m1 m2 bölünsün m1 plus m2 vurulsun j'dir. Bərabərdir. Surətdə 2 vurulsun, kütlələrin biri 1, digəri 3, məxrəcdə onların cəmi, yəni 1 plus 3 vurulsun j'də 10-dur. Bərabərdir. Məxrəcdə 4, surətdə 6 vurulsun 10. 6-nı 10-a böl, 6-nı 10-a vurun, yəni 60 böl 4, bu da eləyəcək nə qədər? 15 newton. Deməli, gərilmən qüvvəm oldu 15 newton. Cavab Y variantı. Keçirik üçüncü suala keçirik. Deməli, burada bir dənə yer açaq. Bizə deyir ki, birinci halda cismin təcili 2 metr bölünsün saniyə kvadratıdır. Birinci halda. İkinci halda təcil isə 3 metr bölünsün saniyə kvadratıdır. Demək uşaqlar, birinci halda birinci cismə təsir edən qüvvə nə qədərdir? 10 newton. İkinci halda isə bunların hər ikisini dartdığı üçün 24 newtondur. Və mən buradan kütlələri tapmalıyam da, düzdür? Gəlin, birinci halda M1-i tapım. Mən F bərabərdir, F1 bərabərdir, M1 vurulsun A1 düsturundan. Mən buradan M1-i tapıram. Yəni, F1 bölünsün A1-dir.
Bərabər F nə qədərdir? 10 Newton. Təcil nə qədərdir? 2-dir. Onu bölürəm 2-yə, tapıram ki, M1 nə qədərdir? 5 kiloqramdır. İndi ikinci halda isə təcil 3-dür. Amma ikinci halda artıq mənim F bərabərdir M-a düsturu yazmayacağam. Daha doğrusu yazacağım ki, F2 bərabərdir. Bu hər iki cismi dartdığına görə yazacağım ki, M1 plus M2 vurulsun A. Və mən buradan M1 plus M2-ni tapanda yazacağım ki, A2 yazacağım. F2 bölünsün A2. Yəni ikinci qüvvə bölünsün ikinci təcil. M1 5'dir. Yazacağım ki 5 plus dəyərləri yerinə qoyacağım. Bərabərdir. F nə qədərdir? 24. A2 nə qədərdir? 3'dür. 24'ü 3'ə böləndə bu mənə 8 verəcək. Deməli tapacağam ki 5 plus M2 bərabərdir 8'ə. M2 də buradan bərabərdir 3'dür. Əla. Deməli mən 3 kiloqram tapdım. Deməli uşaqlar mən həm M2-ni tapdım, həm də M1-i tapdım. Və mənə nə istəyir? M2 bölünsün M1. Əla. Gəl yerinə qoyaq. Yəni M2 bölünsün M1 bərabərdir. M2 nə qədərdir? 3. M1 nə qədərdir? 5. Cavab eləyəcək 5'də 3, yəni D variantı. Aha. Keçdik 4-cü suala. 4-cü sualda koordinatın tənliyini bizə verib. Və deyir ki, bu cismin kütləsini hesablayın. Əslində sadə bir məsələdir. Yəni biz burada koordinatın tənliyindən təcili birinci tapmalıyıq. Qəbula düşməz deməyək, düşə də bilər. Nə edirik? Başlayırıq həll etməyə. Aha. Keçirik uşaqlar. Deməli həll. Salam müəllim. Salam Ömər, salam. Ömər, 4-cü sualdayıq, diqqətlə qulaq as. Demək uşaqlar, x bərabərdir -10 üstəgəl 3t üstəgəl 5t kvadratının koordinatı tənliyini bizə verib. Deyir ki, buna təsir edən əvəzləyici qüvvə 0.1 kN olarsa, uşaqlar 0.1 kN biz çevirməliyik Newtona. Bu da nə qədər eləyir? 100 Newton eləyir də, düzdür? Çünki 10 üstü -3'dür. Daha doğrusu 10 üstü 3'dür, 1 kN. Və cismin kütləsi. Baxın uşaqlar, mən ümumiyyətlə törəmə bilməyən şagirdlər üçün ən asan yol deyirəm. Koordinatın tənliyini sizə veribsə, təcili necə tapmaq lazımdır? Demək uşaqlar, birinci gəlin koordinatın tənliyini yazaq. X bərabərdir x0 plus v0t üstəgəl at kvadratı bölünsün 2'dir. Mən burada təcili tapmaq istəsəm, bax bu tənlikdə t kvadratının əmsalını 2'yə bölüb 5 yazıb. Deməli, t kvadratın əmsalı nə olub ki 2'yə bölüb 5 yazıb? Təbii ki də 10 olub ki 2'yə bölüb 5 yazan 2'yə bölüb 5 yazıb. 10 metr bölünsün saniyə kvadratı. Bu oldu məndə təcil. Ümumiyyətlə heç törəməyə girmədən də biz burada təcili tapa bilərik. Yəni t kvadratının əmsalının 2 misli. Onda qüvvənin F bərabərdir M-a düsturundan istifadə edərək M-i tapacağam ki F bölünsün A-dır. Yəni F nə qədərdir? 100. 100'ü böləcəm ona. Bu da eləyəcək məndə 10 kiloqram. Yəni cavab Y variantı. Keçirik növbəti suala. 5-ci sual. Deməli uşaqlar, 5-ci sualda bizə arabacığın hərəkətini verib. Və burada bizdən sürətin zamandan asılı qrafikini istəyir. Nə edəcəyik? Görürük ki, uşaqlar, F-in istiqaməti x oxu istiqaməti nədir? Yəni F-in istiqaməti x oxu istiqaməti nədirsə, deməli təcilin istiqaməti də x oxu istiqaməti nədir? Amma sürətin istiqamətinə baxın, x oxunun əksinədir. Biz demişik ki, əgər sürətlə təcil əks istiqamətdə olsa, deməli yavaşdan hərəkət etməlidir. Yaxşı, bunun hərəkətin növünü tapdıq ki, bərabər yavaşdan hərəkət eləyəcək. Yaxşı, bəs x oxu istiqamətinə və x oxunun əksinə onu necə tapaq? Onu da uşaqlar, mən sizə mövzu izahında demişəm ki, x oxu istiqaməti və x oxunun əksi istiqaməti hərəkətə sürətə görə təyin edirik. Əgər sürətin istiqaməti x-in əksinədirsə, deməli bu x oxunun əksi istiqamətində bərabər yavaşdan hərəkət eləyəcək. Və x oxunun əksi istiqamətində bərabər yavaşdan hərəkətin də qrafiki, baxın, bu belə olacaq, yəni Y variantı olacaq. Aydındır uşaqlar? Bəli müəllim. Aha.
İndi keçirik 6-cı suala. 6-cı sualda mənə deyir ki, cismə təsir edən əvəzləyici qüvvənin zamandan asılı qrafiki verilmişdir. Hansı zaman intervalında cisimlə bağlı hesablama sistemi inersial hesablama sistemi adlanır. Uşaqlar, inersial hesablama sistemi və mənə deyir ki, inersial hesablama sistemi. İnersial hesablama bir saniyə. Newtonun birinci qanunu. Ay sağ ol. Newtonun birinci qanunu nə idi uşaqlar? Əgər cismə təsir edən qüvvələr bir-birini tarazlaşdırırsa, yəni kompensasiya edirsə, onda həmin cisim ya sükunətdədir, ya da düzxətli, bərabər sürətli hərəkət halını saxlayır. Və inersial hesablama sistemi, yəni təcilin sıfır olduğu haldır. Həmçinin təcil sıfırdırsa, deməli qüvvənin də sıfır olduğu haldır. Neyniyəcəyik? Qüvvənin sıfır olduğu halı götürməliyik. Baxın uşaqlar, qüvvə hansı? Bu qrafikdə qüvvə harda sıfırdır? Təbii ki də T4 ilə T5 zaman aralığında qüvvə sıfıra bərabərdir. Həmçinin təcil də sıfıra bərabərdir. Deməli, inersial hesablama sistemi T4 ilə T5-də özünü göstərəcək. Cavab olacaq B variantı. Baxırıq 7-ci suala. Deməli uşaqlar, 7-ci sual nəzəri bir sualdır. Deyir ki, cismin kütləsi ilə təcilin hasili bu 2-ci sinif şagirdi də biləcək. Təbii ki də n vurulsun A-dır, qüvvə. Buna vaxt itirməyək. Deməli təcillə hasili deyirsək, qüvvədir. Baxırıq 8-ci suala. Deməli uşaqlar, 8-ci sualda qrafiklə təcilin kütlədən olan asılı qrafikini bizə verib. Və deyir ki, bu cismə təsir edən qüvvəni hesablayın. Baxın uşaqlar, mən burada F bərabərdir Newtonun ikinci qanunu. F bərabərdir n vurulsun A düsturundan gedəcəm. Və kütləni əgər 5 götürsəm, 5-ə uyğun təcil 4 metr bölünsün saniyə olacaq. Onda F bərabərdir 5 vurulsun 4. O da mənə verəcək 20 Newton. Yəni Y variantı. Keçirik 9-cu suala. 9-cu sual cismin hərəkəti ilə bağlı Newtonun ikinci qanunu düstur şəklində çıxartmalıyıq. Uşaqlar, bunun üçün necə eləyəcəyik? Deməli, biz bilirik ki, əgər bir cismi şaquli olaraq yuxarı atırıqsa, deməli, hərəkətin əksinə havanın müqavimət qüvvəsi təsir edəcək. Baxın uşaqlar, bu mənim cismimdir. Mən bunu V0 sürəti ilə şaquli yuxarı atırıramsa, deməli, bunun təcilin istiqaməti də yuxarı olacaq. Onda bu cisim kütləyə malik olduğuna görə aşağı doğru mg ağırlıq qüvvəsi və bir də hərəkətin əksinə, yəni bu cisim yuxarı hərəkət etmir, deməli aşağı doğru buna havanın müqavimət qüvvəsi təsir edəcək. Onda mən Newtonun ikinci qanunu yazanda, yəni F əvəzləyici, yəni MA bərabərdir. Baxın, F müqavimət də aşağıdır, mg də aşağıdır. Onda nə olacaq? Deməli, MA bərabərdir, mg üstəgəl, hər ikisi aşağı olduğuna görə toplayacaq. Mg üstəgəl F müqavimət, yəni cavab burada olacaq B variantı. Müəllim, fərqli istiqamətə yönələndə çıxırdıq da. Əgər müqavimət yuxarı olsaydı və cisim yenə yuxarı hərəkət edir. Bax, cisim aşağı doğru atsaydıq, əgər bu cismi aşağı doğru atsaydım, onda havanın müqaviməti hansı istiqamətə olacaqdı uşaqlar? Aşağı. Havanın müqaviməti yuxarı olacaqdı, çünki hərəkətin əksinədir, düzdür? Və cisimdə A bərabərdir aşağı doğru hərəkət etdiyinə görə və bu cisim ağırlıq qüvvəsi də aşağı olduğuna görə onda yazacağım ki, MA bərabərdir aşağı doğru getdiyinə görə həmin ağırlıq müqavimətdən böyük olacaq. Və Newtonun ikinci qanunu ifadə eləyəcək belə. Aydındır? Təcilin istiqaməti haradırsa,
hansı qüvvə də həmin təcil istiqamətindədirsə, deməli həmin qüvvə onun əksinə yönələn qüvvədən daha böyükdür. Aydındır? Bəli müəllim. Aha. İndi keçirik 10-cu suala. Bu deyir ki, bir cismin digərinə təsirini xarakterizə edən kəmiyyət hansıdır? Baxın uşaqlar, bir cismin digərinə təsirini xarakterizə edən yəni burada qüvvədən söhbət gedir. Fikir verin. Bir dənə cisimdir. Bu divardır. Fikir verin ki, bu divardır. Əgər cisim bu divara hansı qüvvə ilə təsir edirsə, deməli divar da ona eyni qüvvə ilə təsir edir. Və burada Newtonun 3-cü qanunu, yəni təsir əks təsirə bərabərdir. Cavab olacaq C variantı. Aha, uşaqlar, qaranlıq qalan məqam var. İnanmıram qalsın, çünki bunlar bildiyiniz suallardır. İndi keçirik 11-ci suala. Deməli uşaqlar, mən bilirəm ki, F bərabərdir M vurulsun A düsturundan, yəni Newtonun 2-ci qanunundan. Mən buradan A-nı tapanda F-i böləcəm nəyə? M-ə. Düzdür? Və mənə deyir ki, qarşılıqlı təsirdə olan. Qarşılıqlı təsir nə deməkdir? Əgər birinci cisim ikinci cisimə təsir edirsə, həmçinin ikinci cisim də birinci cisimə təsir edir və həmin o qarşılıqlı təsirlər bir-birini kompensasiya edir. Və deyə bilərəm ki, burada qüvvə sabitdir. Qüvvə sabitdirsə, onda təcillə həmin bu kütlə tərs asılıdır. Yəni A1-in A2-yə olan nisbəti bərabərdir M2-nin M1-ə olan nisbəti. Və mənə M1-in M2 olan nisbətini 2 verib. Yəni bunun mən yazmalıyam M2 bölü M1. Yəni bunun tərsi olmalıdır, düzdür? Onda bunun tərsi olacaq 1 bölünsün 2. Bu da verəcək 0.5. Yəni cavab A variantı. İndi keçirik 12-ci suala. 12-ci sualda deməli maraqlıdır. Bəzi şagirdlər burada çaşırlar. Necə çaşırlar? Uşaqlar, mən heç çaşmağa ehtiyac yoxdur. Necə yazmaq lazımdır? Rho bərabərdir M bölünsün V düsturuna əsasən. Həcmi nə ölçür? Təbii ki də biz bilirik ki, həcmi menzurka ölçür də. Yaxşı, kütləni nə ölçür? Kütləni də tərəzi ölçür. Bu qədər bəsit. 2 və 4. Amma bəziləri götürürlər, nə bilim, manometr yazırlar, barometr yazırlar. Bu uşaqlar təzyiqdir. Biri atmosfer, biri də ümumi təzyiqi ölçür. Diqqətli olun. Sıxlığın təzyiqlə bağlı düsturunu yazırlar. Götürürlər ki, müəllim, axı manometrdə təzyiqdir. Məsələn, P bərabərdir rho RT bölünsün M düsturunda mən oradan istifadə elədim. Bərk qazlardadır. Amma sənə deyir ki, bərk cismin sıxlığı. Bax, bərk cismin sıxlığı. Diqqətli olun uşaqlar. Keçirik 13-cü suala. Necə yazmaq lazımdır? Demək uşaqlar, biz bilirik ki, F bərabərdir MA düsturundan. Əgər təcil hara yönəlibsə, qüvvə də, əvəzləyici qüvvə də həmin istiqamətə yönələcək. Əgər təcil belədirsə, deməli, qüvvə də həmin istiqamətdə olacaq, yəni bir istiqamətində. Cavab olacaq D variantı. Əla. İndi gəldik 14-cü suala. 14-cü sual maraqlı bir məsələdir. Əslində çox da çətin deyil, amma nədənsə bəzi şagirdlər burada çaşırlar. Mən bundan əvvəlki sınaq qrupunda gördüm, şagirdlər çaşırlar orada. Necə çaşırlar? Deməli uşaqlar, mənə deyir ki, maddi nöqtə 4 dənə qüvvənin təsiri ilə düzxətli bərabər sürətli hərəkət edir. Bu sözə diqqət eləməliyik. Deməli yazacağam ki, F1 plus F2 plus F3 plus F4 aysal. İndi bundan sonrası bunu nəyə bərabərləşdirəcəm? Baxın uşaqlar, bərabər sürətli hərəkət deyirsə, əvəzləyici qüvvə 0-a bərabərdir. Yəni bunları 0-a bərabərləşdirməliyəm. Aha, şagirdlər elə 0-a bərabərləşdirmir. Niyə? Çünki bu bərabər sürətli sözünə fikir vermirlər. İndi mənə deyir ki, uşaqlar, F4 ilə F3-ün cəmi F2-yə bərabərdir. Yazacağım ki, F3 ilə F2-nin yerinə nə yazacağım? F2 yazacağım. Əla. Deməli, gəl yazaq. F1 plus F2 üstə gəlinsin F3 ilə F4-ün yerinə F2 yazıram.
bərabərdir 0-a. Buradan sadələşmə aparsaq, f2 plus 2f2, daha doğrusu f1 plus 2f2 bərabərdir 0-a. Və mən buradan f1-i f2 ilə ifadə eləsəm, olacaq mənfi 2f2. Baxın uşaqlar, mən buradan f1-i tapdım, mənfi 2f2-dir. Çünki f1 mənfi 2f2-yə bərabər olmalıdır ki, cəm 0 versin. Və məndən f1 qüvvəsinin modulunu istəyir. Yəni, mən müsbət alsam belə, bunun modulu mənə lazımdır. Yəni, müsbət f2. Biz də bilirik ki, moduldan həmişə nə çıxır? Müsbət çıxır da. Cavab olacaq A variantı. Səhv yazan var idi bunu. Uşaqlar, bu səhv yazan var idi. Bəli. Kim səhv yazıb? Murad mən. Niyə Murad? Nə bilmirəm. Başa düşdün indi? Bəli mən. Ay sağ ol. Məndim. Kim? Gülsüm? Gülsün. Gülsüm, niyə? Axı asan sualdır bu. Mən axı əvvəldə izah eləmişdim bunu keçən dəfə, deyəsən də nümunə izahda. Diqqətli ol, yaxşı uşaqlar, diqqətli olun. Aydan, buradasan? Şamar. Hə, buradayım müəllim. Yazmışam, mən yazmışam bunu. Sən. Şamar, buradasan bala? Bəli mən. Aha. Keçirik növbəti suala, Uşaqlar, yatmamısınız? Xeyr, buradayım. Əla. Baxın uşaqlar, ilk öncə mən hələ ki buraları silim. Bu F qüvvəsinin qrafikinin başına biraz oynataq. Deməli uşaqlar, bizə verib ki, qüvvənin zamandan asılı qrafikini verib. Bizə verib. Yəni, buna bir qrafiki deyirəm, buna iki qrafiki deyirəm. Baxın uşaqlar, buradan qeyd edirəm. Bir qrafikində qüvvə sabitdir, düzü? Deməli, təcil də sabitdir. Və bu necə hərəkətdir? Bərabər təcili hərəkətdir. Ay sağ olun. Bərabər təcili hərəkətdirsə, məndə qüvvənin, daha doğrusu sürətin zamandan asılı qrafikini istəyir. Yəni, Vx-in sürətin proyeksiyasının t-dən asılı qrafiki. Onda bərabər təcili hərəkətdirsə, bu və müsbət istiqamətdəsə, deməli, bu yeyinləşən hərəkət eləyəcək koordinat başlanğıcında. İkinci qrafikə fikir verin, qüvvə sıfırdır. Qüvvə sıfırdırsa, deməli, mən bura nə yazacağam? İkinci qrafikə. Qüvvə sıfırdırsa, deməli, avtomatik olaraq təcil də sıfır olur. Təcil sıfırdırsa, deməli, bu necə hərəkət eləyəcək? Bərabər sürətli. Sürətin zamandan asılı qrafiki olacaq sabit. Və mənim sürətin zamandan asılı qrafiki, baxın, bu şəkildə olacaq. Bu da hansı variantda təsadüf edəcək? Təbii ki də D variantına. Uşaqlar, burada MK ilə bağlı məsələ var idi, səhv eləmirəmsə, indi baxacağıq ona. Burada yox ha, ümumi sınavda. Bir də maraqlı məsələ var, ona baxacağıq. Diqqətli olun. Keçirik 16-cı suala. Mənə deyir ki, uşaqlar, hansı zaman intervalında cisim bərabər təcili hərəkət edəcək? Demək, uşaqlar, bərabər təcili hərəkət etməsi nə deməkdir? Yəni, sürətin sabit olması. Sürətin sabit olması bir növ qüvvənin də sabit olması deməkdir. Yəni, əvəzləyici qüvvə. Və sürət, həmçinin qüvvənin sabit olduğu bir dənə qrafik var. O da, baxın, bu qrafikdir. A, B. Yalnız A, B cavab oldu A variantı. Aha. Keçirik 17-ci suala. Demək, uşaqlar, bizə deyir ki, əks istiqamətdə cismə iki qüvvə tətbiq olunub və bu qüvvələrin əvəzləyicisini istəyir məndən. Uşaqlar, imtahanda maksimum şəkildə diqqətli olun və sualı axıra qədər oxuyun. Maksimum şəkildə. Baxın, bir dənə cisimdir. Bu cismə iki dənə qüvvə tətbiq olunur. Birinci qüvvə F1 qüvvəsi deyirəm. Ta ki, götürürəm mən bunu sağ istiqamətdə. 34 Newton. İkinci isə bunun əksinə tətbiq olunub. Belə. Nə qədərdir bu? F2 bərabərdir 22 Newton. Baxın uşaqlar,
İki qüvvə bir cismə tətbiq olunan iki qüvvə əks istiqamətədirsə, onda F əvəzləyicini tapanda böyük qüvvədən kiçik qüvvəni çıxacaq və istiqamət də böyük qüvvənin istiqamətinə olacaq. Yəni mən buradan 34-dən 22 çıxsam, cavab eləyəcək 12 Newton. Əgər bizə istiqaməti desə, istiqamət də sağa olacaq. Yəni 12 Newton və istiqamət də sağa. Cavab Y variantı. Keçirik 18-ci sual. 18-ci sual maraqlı məsələdir. Keçən dəfə güvən nəşriyyatında Newton qanunlarını izah eləyəndə belə sual işləmişdik uşaqlar sizdən. Yadınızdadsa əgər. Düzdür? Rıza, testləri işləmisən bala? Müəllim, siz dərsə test vermişdiniz bizə. Rüfətlə onu işləmişəm mən. Sınağı? Bəli, müəllim. Axı mən demişəm sən 11-ci sinifsən bala. Bu qrup 11-ci sinifsən bala. Bu qrup nə üçün var? Gələn dərsə işləyərəm mən test. Yaxşı. Baxın uşaqlar. 18-ci sualda bizə deyir ki, hamar üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F bərabərdir 12 Newton qüvvənin təsiri ilə dartılır. Sapın T gərilmə qüvvəsini hesablayın. Baxın uşaqlar, fikir verin. Bu F qüvvəsi neçə dənə cismi dartır? M, 2M, yəni 3M. Yəni mən bunu bir sistem kimi baxsam, F qüvvəsi ümumi cismi dartır da. Yəni neçə kiloqram cismi dartır? 6M kütləli cismi sola dartır. Yaxşı, keçirəm. T gərilmə qüvvəsi. T gərilmə qüvvəsi hansı cisimləri dartır? 2M ilə 3M-i dartır da. Onda yazacağım ki, T gərilmə qüvvəsi 5M, ümumilikdə 5M kütləli cismi dartır. İndi gəl dəyərləri yerinə qoysaq, F nə qədərdir? 12 Newton 6M kütləli cismi dartırsa, T gərilmə qüvvəsi 5M-dir. Və mən buradan tənasüblə tapıram ki, 12-ni vururam 5-ə, bölürəm deməli 6-ya. Bu da eləyəcək 60, 6-ya böləndə 10 Newton. Deməli, həm iplər arasında, yəni cisimlər arasında ipdə yaranan gərilmə qüvvəsi 10 Newtondur. Cavab 10 Newton eləyəcək. Keçirik 19-cu suala. Deməli uşaqlar, 19-cu sual bizə yenə cism verib, arabacıq verib və bu arabacığın hərəkət istiqamətini verib. Deməli uşaqlar, fikir verin, həm qüvvə sağadır. Qüvvə sağadırsa, təcil də sağadır. Həmçinin sürət də sağadır. Əgər mən demişəm ki, sürətlə təcil eyni istiqamətə olsa, deməli cisim necə hərəkət edəcək? Bərabər yeyinləşən. İndi baxaq görək x oxunun. Deməli, hərəkət iki cür ola bilər də. X oxu istiqamətində, bir də x oxunun əksinə. Yaxşı, x oxu istiqamətinə və yaxud da x oxunun əksinə necə baxırdıq? Dedim ki, sürətin istiqamətinə görə. Əgər sürət x oxu istiqamətinədirsə, yəni sağadırsa, deməli bu x oxu istiqamətinədir. Yox, sürət belə olsaydı, bu x oxunun əksi istiqamətində hərəkət eləyəcəkdir. Deməli, bu yeyinləşən hərəkət eləyəcək. 1 götürəcəm, 1 yeyinləşən hərəkətdir. 2 yavaşın hərəkətdir, götürmərəm. 3 bərabər sürətlidir, mənə lazım deyil. 4 sökünətdir, mənə lazım deyil. Yerdəyişmənin zamandan asılı qrafiki yeyinləşəndir, 5-i götürəcəm. 6 isə yavaşyandır, bu mənə lazım deyil. Cavab olacaq 1 ilə 5. Yəni 1 ilə 5. Aydın oldu uşaqlar. Bəli, müəllim. Bəli, müəllim. Səsiniz gəlmir, dedim yəqin yatmısınız, nədir? Deməli, Mənim bu suallar nəzəriyyə suallardır. Rahatdır ona görə. sağ ol. Rahat. Deməli baxır burada görüm
Nur Bayramova. Deməli Gülsümün başçısı. Nur, səndə vəziyyət necədir? Başa düşürsən bunları? Bəli, müəllim. Dəqiq. Bəli, bəli. Ay sağ ol. Aha, baxırıq axırıncı suala. Uşaqlar, indi sual Müəllim, Babıl müəllim ikimiz də həndəsə optikadan sonrasını bilmirik. Ondan sonra çıxdıq hazırlıqdan. ondan sonra baxacağıq inşallah. Narahat olmayın. Deməli uşaqlar, bu suallar nisbətən asan suallardır. İndi nisbətən deyirəm. Yəni yağlı suallar indi birazdan gələcək. Görüm hələ orada necə, vəziyyətiniz necədir. Aha. Keçirik axırıncı suala. Axırıncı suala 20-ci sual. Deməli uşaqlar, bizə koordinatın zamandan asılı qrafikini verib, koordinatın zamandan asılı qrafikini verib. Və deyir ki, 0 T1 və T2. Bax uşaqlar, bu sualda abituriyentlər çox çaşır. Çox çaşır. Ümidvaram ki, siz çaşmamısınız. Baxırıq indi. Baxın uşaqlar, mən bu qrafiki adlandırıram. Buna 1 qrafiki deyirəm, buna 2 qrafiki deyirəm, buna da 3 qrafiki deyirəm. Əla, əla. İndi baxın, mən burada bir qrafiki necə hərəkət eləyir? Koordinat zamandan düz asılıdır. Yəni, düz xətli, bərabər sürətli. Buna yazacağım, birinci bərabər sürətli hərəkət eləyir, düzdür? Aysa. İkinci qrafik, fikir verin. Baxın, belədir. Yəni, bu nə deməkdir? Yayınlaşın. Bunu mən gətirəm, burada çəkirəm. X-in T-dən asılılığını burada çəkirəm, bax belə. Bu necə hərəkətdir? Bərabər yeyinləşən hərəkətdir. X oxu istiqamətinə bərabər yeyinləşən hərəkətdir. Üçüncü qrafik isə, Fikir verin, üçüncünü burada çəkirəm, daha aydın görəsiniz. X-in T-dən asılılığı, bax, fikir verin, belədir. Bu isə X oxu istiqamətində bərabər yavaşlayan hərəkətin qrafikidir. Ay sağ ol. Bərabər yavaşlayan hərəkətin qrafikidir. İndi keçirik. Deməli, həmin bu qrafiki təhlilləmə. Demişəm ki, 0 T1 anı necə hərəkətdir? Bərabər sürətli. Deməli, 1-ə gedəcək D. Keçirik ikinci suala. İkinci sual X oxu istiqamətində bərabər yeyinləşəndir. A gedəcək. 3-ə isə necə? Bir bərabər sürətli. Mən nə yazdım ki? Bərabər sürət. Hə, D-dir, D. D-dir uşaqlar, nəzərimdə qalsın. 2-yə A-dır, bərabər yeyinləşən. 3-ə də bərabər yavaşlayandır, Y. İndi əsas məsələ B ilə C-dir. B ilə C-dədir. Baxın uşaqlar, şagirdlərin çoxu götürürlər ki, artan təcillə yazırlar yeyinləşənə, azalan təcillə yazırlar bərabər yavaşlayana. Bu çox böyük səhvdir uşaqlar. Niyə? Çünki bunlar necə hərəkətdir ümumiyyətlə? Bunlar bərabər təcilli hərəkət deyil. Bərabər təcilli hərəkətdə, yəni təcilin bərabər təcilli hərəkətdə nə yazacağam? Təcilin qiyməti konstant. A bərabərdir konstant. Yəni bərabər təcilli hərəkətdir bunlar. Ona görə də mən burada artan təcil, azalan təcil söhbətini eləyə bilmərəm uşaqlar. 1-ə D, 2-yə A, 3-ə də Y gedəcək. Aydındır? Kim belə yazıbsa, düz yazıb. İndi siz mənə deyin görün. 20 dənə sualdan hansı suallar ki, bunlar qəbula düşən, Newton qanunlarından qəbula düşən suallardır. 20 sualdan kim neçə dənə düz yazıb, kim neçə dənə səhv yazıb, kim ümumiyyətlə yazmayıb. 17 dənə düz yazmışam mən. 17 dənə. Bəli. Aha, növbəti. 18. Müəllim, mən 8 yazmışam. Başa düşməmiş olub, səsi bir danışın. Ella neçə? Ella 18 dənə yaz. 18 dənə. Aha, sonra Bəli. Mən bir səhvim 19. Mədinə səndə neçə dənə? 19. 19 dənə. Ömər səndə? Gülsüm 17. Gülsüm 17. Ömər səndə? 17 dənə mənim. 17 dənə. Sevinç səndə? 15. Deməli 15. Xədicə səndə? 19.
19. 20 dənə yazan yoxdur uşaqlar. Şamar, səndə neçə dənədir? 18 dənə. Murad, səndə neçə dənədir? 17 dənə. 17 dənə. Uşaqlar, nə oldu? Bu niyə 20 dənə yazan yoxdur ki? Hə? Nəyi səhv eləmişdiniz? Başa düşdünüz səhvlərinizi? Hə, bəli müəllim. Dəqiq. Bəli, 100%. Ay, sağ olun. Mədinə, başa düşdün sən? Bəli. Xədicə, səndə nə səhvin idi? Başa düşdün? Bəli. Bir səhvi olanlar deyirəm. Bir səhvi olan 20 dənə düz yazmalı idi. Nəysə. Gecə-gecə əsəbləşdirirsiniz məni. Aha. Keçirik əsas məsələyə. Gəldik buna. Canavar suallara. Aha. Başladıq yanla. Deməli, uşaqlar. Birinci sualdan başlayırıq. Deyir ki, induktivliyi 0.6 Henry olan konturda keçən cəryan şiddətini ifadəsini verib mənə. 4-cü saniyənin sonunda maqnit sahəsinin enerjisi. Uşaqlar, biz birinci ümumiyyətlə maqnit sahəsinin enerjisi Li kvadratı bölünsün 2 düsturundan tapılır. Mənə induktivliyi verib. İndi cəryan şiddətini mən tapmalıyam burada. Cəryan şiddətinin də ifadəsini 2 üstəgəl 0.5 T kvadrat. T-ni də 4-cü saniyənin sonu verir. Yəni T-ni 4 götürəcəm. Əgər 4-cü saniyənin əvvəli desəydim, mən T-ni 3 götürərdim. Amma diqqətli olun. Təkrar edirəm. 4-cü saniyənin sonu dediyinə görə mən T-ni 4 götürürəm. Amma 4-cü saniyənin sonu dediyinə görə, daha doğrusu 4-cü saniyənin əvvəli desə əgər, mən T-ni 3 götürərdim. Gəl yerinə qoyaq. 2 üstəgəl 0.5 vurulsun T 4-dür. Kvadratı 16. Bu da verdi mənə 10. 8 üstəgəl 2 10-dur. Gəl yerinə yazaq. 0.6 vurulsun 100 bölünsün 2. Bu da mənə verəcək nə qədər? 30 mikrojoule. Cavab A variantı. Keçirik ikinci suala. Deməli uşaqlar, ikinci sualda bizə deyir ki, sxemi şəkildə verilmiş dövrədə hansı lampalar yanacaq? Baxın uşaqlar, maraqlı bir məsələdir. Daha doğrusu bir dövrədir. Ümumiyyətlə uşaqlar, biz bilirik ki, cəryan müsbətdən mənfiyə doğru gəlir. Düzdür? Yəni buradan çıxacaq, gələcək. Bir hissəsi bura gedəcək, bir hissəsi bura gələcək. Deməli uşaqlar, mən yarımkeçirici diodlar keçəndə demişəm ki, diodun bu oturacaq tərəfi müsbət, burnu isə mənfidir. Gələcək, bura müsbət, bura mənfi olduğuna görə həqiqətən də gəldən buradan cəryan keçəcək və bu bir lampasını işıqlandıracaq. Deməli, bir lampası yanacaq. Keçirəm indi ikinciyə. İkinciyə fikir verin uşaqlar. Kondensator var. Kondensatorda dövrədə elektrik yüklərini toplayır. Yəni, burada bu lampa közərməz. 2 lampası yanmaz. Gəlirəm, cəryan buradan gəldi. Yarısı bura gedir. Düşdü, buradan da gedir. Baxın, burada müsbət, burada mənfi olduğuna görə 4 də közərəcək. Amma uşaqlar, burada 3 lampası artıq vakuum dioduna birləşir. Vakuum diodu var burada. Vakuum diodunda isə, baxın, bu hissəsi anod katod olduğuna görə bu da yanmaz. Və vaxt girmədən bizim cavabımız olacaq neçə? 1 ilə 4, yəni B variantı. Keçirik üçüncü suala. Üçüncü sual güzgülərlə bağlı bir dənə məsələdir. Maraqlı bir məsələdir. Deməli uşaqlar, burada kim nə yazıb? Hələ bir dənə mənə deyin. Kim necə yazıb, nə yazıb ümumiyyətlə? Neçə almısınız burada cavabı? Mən 10 yazmışam o variant. Sən onu yazmısan. Aha. Başqa 10 yazan yoxdur. Mən bu dərsi tam yaxşı başa düşməmişəm. Tam yaxşı başa düşməmisən. Aha, həndəsi optikada uşaqlar. Mən də. Çox müəllimlər hələ ki həndəsi optikaya hələ indi keçid edirlər. Ona görə də nə etmək lazımdır? Qulaq asmaq lazımdır. Baxın uşaqlar. Həndəs optikanı izah edərsiniz də. Ümumiyyətlə həndəs optikadan sonrası məndə yoxdur. Eləyərəm uşaqlar. Gələn dərs 6-cı günü inşallah mövzu izahı olacaq. Mövzu izahından həndəsi optika. Yaxşı görsün. Sənin xəttinə 6-cı günü həndəsi optikanın izahı olacaq. Çox sağ olun müəllim. Aha.
Demək uşaqlar, ümumiyyətlə həndəsi optika şagirdlərin bir çox yaralı yerlərindən biridir. Demək uşaqlar, baxın, biz bilirik ki, ümumiyyətlə cisim şüa hansı bucaq altında düşürsə, həmin bucaq altında da qayıdır, düzdür? Bu işığın və yaxud da şüanın nə idi? Hə uşaqlar? Qayıtma qanunu. Ay sağ ol. Mədinə ilə təzə keçmişik, hə Mədinə? Bəli. Ay sağ ol. Deməli, baxın uşaqlar, bu 30 dərəcə bucaq altında düşürsə, bunun qayıtmağını fikir verin, mən belə çəkəcəm, belə çəkəcəm. İndi mən bunu elə çəkməliyəm ki, baxın, bununla arasında yaranan bucaq 120 dərəcəni mənə verməlidir. Baxın uşaqlar, bu bucaq 30 dərəcə bucaq altında düşmür. Deməli, bu bucaqda qayıtma bucağı nə qədər olacaq? 30 dərəcə. Düzdür? 50 ilə 30'u toplayıb 180'den çıxırıq. Necə? 50 ilə 30'u toplayıb 180'den çıxırıq. Nə 50 ilə 30? Yox, bir saniyə. Bura 30 dərəcədir. Hələ ki, mən bu düşmə bucağını bilmirəm. Sadəcə onun qayıtma bucağını bilirəm. Baxın uşaqlar, bura 30-dur, düzdür? Bu da açıq bucaqdır da. Mənə bura nə qədər qalacaq bu hissə? Nə qədər qalacaq? Bax, 150. yox bura 30-dur, burada 30-dur. 60 deyil, ümumi açıq bucaq deyil. 180-dən 60 çıxın, nə qədər qalacaq? 120 qalmaz bura. 120. Ay sağ ol. İndi bura 50, bura 120. Nə qədər elədi? 170. Onda bu hissə nə qədər olacaq? 10 dərəcə olmaz? Hı. Ay sağ ol. İndi bu bucaq altında düşdü. 30 dərəcə bucaq altında qayıtdı. Düşmə bucağını hələ bilmirəm. Düşmə bucağı isə düşür və bu 10 dərəcə var. 10 dərəcə onun təzədən qayıtma bucağıdır. Amma bu qayıtma bucağı yox, düşmə bucağıdır. Və bu hansı bucaq altında düşürsə, o bucaq altında da qayıtmalıdır. Deməli, bu da olacaq 10 dərəcə. Cavabım oldu 10 dərəcə. Aydındır? Bəli. Müəllim nətər elədiniz? Bax, görsün. Fikir ver bir dənə. Diqqətlə mənə qulaq as. Biz bilirik ki, həndəsi optikada cisim hansı bucaq altında düşürsə, həmin bucaq altında da qayıtmalıdır, düzdür? Ta ki, 30 dərəcə bucaq altında düşürsə, 30 dərəcə bucaq altında qayıtmalıdır. Düzdür? Yəni, düşmə bucağı qayıtma bucağına bərabər olmalıdır. Alfa bərabər olmalıdır qammaya. Həndəsi optika dərsini keçəndə daha asanlıqla başa düşərsən. Geniş izah eləyəcəm. İndi fikir ver. Bu 30 dərəcə bucaq altında düşdü. Düzdür bu güzgüyə. İndi bunun qayıtma bucağı buradan qayıdır, gəlir bu güzgüyə düşür. Və bunun qayıtma bucağı 30 dərəcədir. Всё. Amma bunun qayıtma bucağı 30 dərəcədir. Mən bu ikinci güzgüyə düşmə bucağını bilmirəm nə qədərdir. Ona görə də onu üçbucağın daxili bucaqların cəminə görə tapacağam. Baxın, burası 30, burada 30-dur. Onda bu hissə elədi 60. Bu da açıq bucaqdır da. Onda bu hissə 60-dırsa, açıq bucaq tamamlaması üçün bura nə qədər qalacaq? 120 dərəcə, düzdür? Düzdür? Bəli müəllim, buraları bildim amma onu hardan aldınız? Bir qulaq as mənə. Bu 120-dir, bu da 50-dir. Bu bucağa nə qədər qalacaq? Üçbucağın daxili bucaqların cəmi 180 deyil. Bəli. Ayşə, 50 o da 120, 170 eləmədi? Elədi. Ayşə, 170 elədisə əgər, onda bu hissəsi 10 dərəcə olmaz? Olar. Ayşə, onda bu işıq belə düşür, düzdür? İşıq belə düşür. Perpendikularla əmələ gətirdi, yəni bu hissə perpendikulardır. 10 dərəcə bucaq altında düşür. Deməli, həmin elə 10 dərəcə bucaq altında da qayıdacaq. Demədik ki, düşmə bucağı qayıtma bucağına bərabərdir və perpendikuları da mən iki güzgüsünü götürəcəm burada. Fikir ver, bunu götürəcəm. Və bu şüanın iki bucağına, daha doğrusu iki güzgüsünə düşmə bucağı 10 dərəcədir. Və biz də bilirik ki, əgər şüa hansı bucaq altında düşürsə, həmin bucaq altında da qayıtmalıdır. Aydındır? O da mənə verəcək 10 dərəcə. Bu sualı 10 dərəcə. Xədicə, necə yazmışdın bunu? Mən yazmamışam. Sən yazmamışdın. Sən yazılmışdın. Şahmar yazmışdın?
Var mənim yazmışdım. Nə yazmışdın? 10. Ay sağ ol. Aha, Ömərlə də keçməmişik. Deməli. Aha, keçdik. Əla. Başa düşdünüz sualı uşaqlar? Bəli. Əla. Keçirik 4-cü suala. 4-cü sualda da deyir ki, hansı elementin nüvəsinin alfa zərrəciklə bombardman etdikdə P1530, yəni izotopu və neytron alınır. Kimyaya gedənlər bunu asanlıqla yazacaq bu sualı. Deməli, Bəli, müəllim. ay sağ ol. Deməli uşaqlar, mən bu sualı necə yazacağam? Mən bir dənə x elementi götürürəm, bilmirəm də element nədir. X elementi götürürəm və bunu alfa zərrəciklə bombardman edib. Alfa zərrəcik də biz bilirik ki, heliumdur, 2-4. Və məndə nə alınır? Bir dənə P1530 izotopu üstə gəl. Bir dənə də nə alınacaq məndə? Neytron alınacaq. Neytron da 0-1-dir. Aha. İndi uşaqlar biz nə edirik? Biz bilirik ki, burada sıra nömrələr bir-birinə bərabər olmalı. Deməli 2-dirsə bu da 15-dir. Deməli bunun sıra nömrəsi 13 olmalıdır ki, cəm 15 eləməlidir. Bura 30, bu da 1. Ümumi nə qədər elədi burada? Yük nə qədər elədi? Burada 4-dür. Deməli bunda nə qədər olmalıdır? 27 olmalıdır ki, 4 cəmi 31 eləsin. Deməli bu x elementi 13-27-dir. 13-27, o da alüminiumdur. Cavab A variantı. Müəllim, birinci qruplara düşə bilər ki, bu sual. Bəlkə düşdü də, indi hər ehtimala qarşı yaza bilər. Birinci qrupa niyə düşməsin ki? Birinci qrupda kimya da var da. Yox, mən indi məsəl üçün kimya vermirəm də, informatikaya verirəm. Mən belə sualları yazamıram axı. Yaza bilmirsən, başa düşdün, indi biz yazdıq axı. Hə? İndi belə başa saldınız, yazdım. Bu başa Amma belə yaza saldığım- bilmirəm normalda. Başa saldım, yazdım. Bu deməkdir ki, ikinci belə bir sual düşsə, Gülsüm onu düz yazmalıdır. Aydındır? Bəli, inşallah. Ay sağ ol. Kimə aydın deyil uşaqlar bu sual? Siz bilməlisiniz ki, ümumiyyətlə alfa zərrəciklə uşaqlar, alfa zərrəciklə bombardman və bu fizikanın ən axırıncı bölmələrindən nüvə fizikasıdır bu, radioaktiv, daha doğrusu nüvə reaksiyaları. Nüvə reaksiyaları adlanır, fizikanın ən axırıncı bölmələrindəndir. İnşallah ona da keçərik və mükəmməl şəkildə başa düşərsiniz. Aha. Nüvə reaksiyalarıdır uşaqlar, nüvə reaksiyaları. Başa deməli baxırıq 5-ci suala. 5-ci sual uşaqlar, bir şeydə sizə deyim, qayışlı ötürmə qəbuldan çıxarılıb, sevinə bilərsiniz. Doğrudan. Bəli, qəbuldan çıxarılıb. İç-içə keçmiş çevrələr falan onlar hamısı çıxarılıb. Necə? İç-içə keçmiş çevrələr. İç-içə keçmiş çevrələrdə orada həm mərkəzləri bir nöqtədə olan disklərdə o var deyə. O ehtimal var ki, o düşsün, amma ki çox güman ki düşməyəcək o da. Baxın uşaqlar, hər ehtimala qarşı 5-ci sualı da izah edeyim. Mənə diqqətlə qulaq asın. Qayışlı ötürmə əslində çox da sizin gözünüzə wow bir şey kimi görsənə bilər, amma çox sadə bir şeydir. Qaydasını biləndən sonra sadə bir şeydir uşaqlar. Necə yazırıq? Biz bilirik ki, qayışlı ötürmədə çarxların sürətləri ilə gedilən yollar konstant idi, yəni bərabər idi, radiusdan asılı deyil. Amma period radiusdan düz asılı idi, qalan 4 dənə kəmiyyət var idi ki, təcil, tezlik, bucaq sürəti və n, dövrlərin sayı. Bunlar radiusdan tərs asılı idilər. İndi mənə deyir ki, R2 bərabərdir 2R1. Yəni ikincinin radiusu birincinin radiusundan 2 dəfə böyükdür. Deyir ki, böyük diskin periodu. Mən buraya asılıq yazanda T2 bölünsün T1, qayışlı ötürmədə radiusla period düz asılı olduğundan yazacağım elə R2 bölünsün R1'dir. Və asılığı yerinə qoysaq, yazacağım ki, bura T2 nə qədərdir? 0.4 bölünsün T1 bərabərdir. R2-nin yerinə 2R1 yazacağım. R1-də olduğu kimi qalacaq. R1'lər gedəcək və buradan daha aydın yazsaq 0.4 bölünsün T1
bərabərdir 2-yə. T1 də buradan bərabərdir 0.2-yə. Cavab A variantı. Aydındır? Bəli. Ay sağ ol. İndi keçirik. Deməli 6-cı suala. Deyir ki, uşaqlar, bir cis elektrik sahəsində hansı zərrəcik intensivlik xəttləri istiqamətində hərəkət etdikdə potensial enerjisi azalar. Baxın uşaqlar, biz bilirik ki, intensivlik xəttləri müsbətdən düzdür, hansı istiqamətdə yönəlir? Mənfiyə doğru. Mənfiyə. Və bunları işarə eləsək, intensivlik xəttlərini göstərsək, Y-dir və müsbətdən mənfiyə doğrudur. Və potensial enerjisi nə deməkdir uşaqlar? Saha istiqamətində potensialı azalmalıdır. Saha istiqamətində də potensialı o deməkdir ki, yəni müsbət yükdən uzaqlaşdıqca potensial azalır. Mənfi yükdən uzaqlaşdıqca isə potensial artır. İndi biz burada azalması üçün müsbət götürməliyik. Yəni bir protonu götürməliyik, bir də alfa zərrəcik. Alfa zərrəcik də biz bilirik ki, helium 2-4-dür. Helium 2-4-dür. Yəni 1, 4 olacaq, müsbətləri götürməliyəm, cavab B. Əgər desəydi potensial enerjisi artır, onda mən mənfiləri götürməliyim. Neytronun yükü yoxdur, elektronu götürməliyik. Başa düşdünüz? Bəli. Ay sağ ol. Bəli müəllim. Ay sağ ol, əla. Baxırıq 7-ci suala. 7-ci sualda maraqlı bir məsələdir. Əslində çox da belə çətin bir məsələ deyil. Amma diqqətlə yanaşmaq lazımdır. Qəbula düşə biləcək bir sualdır və din belə sualları xoşlayır uşaqlar. Mənə deyir ki, üst-üstə qoyulmuş M1 və M2 kütləli cisimlər F qüvvəsinin təsiri ilə hamar üfüqi səhətdə hərəkət edirlər. Bu halda cisimlərin təcili A olarsa, birinci cisimi götürsək, yəni normal halda uşaqlar, birinci halda 2 dənə yük üst-üstə qoyulub və bunları F qüvvəsi də artır. Bunun kütləsi M-dir, ikincisinin kütləsi 2M-dir. Və uşaqlar, buna verilən təcili biz tapsaq, F bölünsün M1 plus M2 olduğundan F-i böləcəm 3M-ə. Düzdür? 2M, F-i böləcəm 3M-ə. Bu mənim birinci halımdır. İkinci halda, baxın diqqətli olun. İkinci halda artıq məndə bu yük yoxdur. Bu yük yoxdursa, deməli sadəcə 2M kütləli cisim var və bu da belə hərəkət edir. F qüvvəsi təsirli. Və mənə deyir ki, bu halda cisimlər üst-üstə qoyulmuş sabit qüvvə ilə deyir ki, təsir edir. Cisimdə F qüvvəsi təsirli hamar üfüqi səhətdə hərəkət edir. Bu halda cisimlərin təcili A olarsa, birinci cisim götürdükdən sonra ikinci təcili nəyə bərabərdir? Aha, onda mən buradan ikincinin təcili, bura A1 yazıram. İkincinin təcili A2 olacaq, F bölünsün 2M. Görürsünüz uşaqlar, birinci halda təcil 3M, yəni tərs asılıdır, A-ya bərabərdir. Onda mən buradan tənasüblə yaza bilərəm də, düzdür? Tənasüblə necə yazacağım mən bunu? Baxın uşaqlar, A1-in A1 A-dır, A2-yə olan nisbəti kütlə ilə tərs asılı olduğuna görə olacaq 2M bölünsün 3M. M-lər gedəcək, onda mən buradan A2-ni tapsam, olacaq 2-də 3A, bu da mənə verəcək 1.5A. Cavab 1.5. C variantı. Keçirik 8-ci sual. 8-ci sual artıq belə necə deyim, çox xoşladığım bir sualdır. Əslində maraqlı bir sualdır. Sizin fikriniz bura mənim üçün maraqlıdır. Əla. Deyin görüm 8-ə nə yazmısınız? Mən niyə həmişə çətin suallara deyirlər, çox maraqlıdır, çox xoşum gəlir bu suallar. Əlbəttə maraqlılar. Elə onun maraqlı olması, onun çətin olması deməkdir də. Aydan. İndi bu sualı kim mənə izah eləyəcək? Kim mənə deyəcək ki, bəs müəllim, meydan mənimdir, mən izah eləyirəm, mənə icazə verin. Kim deyəcək? Uşaqlar? Məncə cavab 1-dir. Sən də cavab 1-dir. Görmürəm, mən
Deməli, Bir yazmış. Aydan müəllim. bir nəfər çıxıb bilmirəm, onu tapsam Rıza çıxıb. Rıza sən sabah varam. Aha. Uşaqlar, necə yazmısınız bunu? Deyin elə. Bir olar cavab. Belə suallarda çox vaxt cavab bir çıxır. Belə suallarda bir olur. Aydan, belə suallar, yəni bu fal deyil, fal açırsan birdir. Belə olmaz axı. Mədinə nə yazmısan cavab bura? 1. 5, 1. 1 yazmısan. Xədicə sən? Mən 2 yazmışam C variantı. 2 yazmısan. Variant var bu sualda. 2 Görməmişəm. yazmısan. Əlbəttə variant var. Baxın uşaqlar, nəysə başladıq məsələnin izahına. Mənə diqqətlə qulaq asın. Deməli uşaqlar, burada 2 dənə dayaq nöqtəsi var. 2 dənə dayaq nöqtəsi var. Birinci dayaq nöqtəsini mən buna ikinci dayaq nöqtəsi deyirəm. Uşaqlar, əgər mən dayaq nöqtəsini fikir verin, indi buna təsir edən ağırlıq qüvvələri də olmalıdır. Baxın. Bu aşağıdakı cisim 1, 2, 3, 4, 5, 6. 6 dama deyil. Deməli bunun kütləsi 6m və tam mərkəzin aşağı doğru buna təsir eləyəcək hansı cisim? 6mg. Düzdür? İndi fikir verin, ikinci cisim isə bunun üstündə qoyulandı və bu 2 damadan ibarətdir və buna təsir edən ağırlıq qüvvəsi tam mərkəzdən aşağı doğru olacaq 2mg. Əla, əla. Demək uşaqlar, mən dayaq nöqtəsini birinci halda mən dayaq nöqtəsini nə götürəcəm? Hə? Dayaq nöqtəsini mən nə götürəcəm buradan? Deyin elə. Mən dayaq nöqtəsini əgər o işi götürsəm, bura yazıram ki, dayaq nöqtəmi nə götürəcəm? Dayaq nöqtəsini o iki nöqtəsi götürürəm və bu nöqtə götür. Onda mən bunu götürsəm, M1-in reaksiya qüvvəsinin dayaqdan olan məsafəsi 2 damadır. Yazacağım ki, M1 vurulsun 2 bərabərdir. Həmin bu mg, yəni bu 2 mg-nin dayaqdan olan məsafəsi. Yazacağım 2 mg dayaqdan olan məsafəsi vurulsun 2-dir. Və buradan M1-i tapacağım. M1 2 mg-yə bərabərdir. Bu mənim birinci variant. İndi keçirəm dayaq nöqtəmi 1 götürmüşdür. O 2 götürmüşdür. İndi dayaq nöqtəmi o 1 götürürəm. Onda əgər dayaq nöqtəsini mən bu nöqtə götürsəm, fikir versəz, həmin bu 6 mg-nin dayaqdan olan məsafəsi 2 damadır. Biraz başqa rənglə ifadə edeyim, qarışmayasın. Gəl, məsələsini götürək, nə bilim. Qara götürməyək, mavi, sarı götürək. Aha. Demək uşaqlar, 6 mg dayaqdan olan məsafəsi bu qədərdir. Yəni yazacağım ki, bura, daha doğrusu N2-ni yazacağım. N2-ni dayaq nöqtəsi mən bura götürmüşəm də. N2-nin dayaqdan olan məsafəsi budur. 2 dama. Yazacağım ki, N2 vurulsun 2 bərabərdir 6 mg vurulsun 2. Buradan da mən N2-ni tapacağım 3 mg. Daha doğrusu 6 mg. Əla. Deməli N2 var, M1 də var. Onda onların bir-birinə hasili N2 bölünsün M1 bərabərdir 6 mg bölünsün 2 mg. Bu da mənə verəcək 3. Cavab 3. Uşaqlar, köçürün bunu dəftərinizə. Bilirəm, hamı da səhvdir. Köçürün. Başa düşdünüz uşaqlar? Mən ümumiyyətlə yazmamışdım. 3 çıxdı cavab. Əlbəttə. Köçürün uşaqlar. Belə suallara həmişə atanda düz çıxır deyə bir səfər. Atanda nədir Aydan? Fizikada atmaq deyilən bir şey var. Allah belə olur ki, hiss edib yazıram, düz çıxır cavab. İnstinktlə yazırsan deyirsən. Hə, Quran haqqı. Bir saniyə. Deməli.
Uşaqlar, bu sualı başa düşdünüz? Bəli. Bəli. Hə. Deməli, bir saniyə. Aha. Tamam, deməli baxırıq. Neçənci suala? 9-cu. 9. Baxırıq 9-cu suala uşaqlar. 9-cu sualda. Mən foto effekti də bilmirəm, müəllim. Kimdir bunu deyən baxım kimdir? Bilsən. Gülsün. Uşaqlar, ümumiyyətlə ikinci hissə dəyişən cəryandan sonrasına mövzu baxacağıq onlara hamısına. Amma indi yox. Biraz qəbula yaxın. Yəni hardasa aprel ayının ortalarından inşallah. Müəllim, Bəli. qəbulda ən çox ikinci hissədən düşür, yoxsa birinci hissədən birinci qrupa? Və o qarışıq düşür. Yəni tam eyni demək olar ki, eyni düşür. Yarma. Məndə 4-cü qrup, 1-ci qrup fərqi yoxdur. Sadəcə sualların yerləri dəyişirlər. Elədir də 4-cü qrupda nisbətən biraz sadə düşür. Nisbətən. 4-cü qrupda. Əslində sadə yox. Mən deyərdim ki, sadə düşür. Amma bəzi müəllimlər deyir ki, yox, qəliz düşür. Amma mənim fikrimdə sadə düşür 4-cü qrupa. İndi burada Şamarın qulağına getməsin. Ümumiyyətlə. Mənim bacım da 4-cü qrupda, amma elə deyil axı. Onlar 3 fənin içindən də stasiya yazırlar. Biz ən azından rahatıq ki, stasiya yazmırıq 1-ci qruplar. Necə istəsəz? Riyaziyyatdan isbat məsələsi zor düşür da. Stasiya uşaqlar, bizim vaxtda stasiya var idi fizikada. Yəni normal stasiya var idi. Qəşəng stasiya var idi. Deməli, bir saniyə. Bunda isbat daha rahat deyə, stasiya çətindir. Stasiyada işləyəcəyik onsuz. Stasiyada işləyəcəyik. Düz deyir, mənim isbat rahatdır, situasiya. Bir saniyə uşaqlar, bir saniyə. İsbat etməyə nə var ki? Nəyi isbat eləmək? Ümumiyyətlə də məsələni. Mənim o riyaziyyatda bizdə birinci qrupda axırdan verirlər, nəysə ki, sübut eləyin ki, bu belədir. Onu deyir. Aha, nəysə, baxırıq uşaqlar, inşallah yaxşı olar. Siz maksimum şəkildə çalışın, inşallah hər şey yaxşı olacaq, narahat olmayın. O bir dənə video var. İnşallah. O bir dənə video var, deyir ki, 1 avqust səhəridir, 1 avqust axşamı deməli belə bir şey var. Görürsüz ki, tələbə adını qazanırsınız. Elə duygusal videolar mənə heç motive eləmir. Duygusal deyil axı. Nəysə uşaqlar. Duygusal indi bu 9-cu sual duygusal sualdır. Çoxu bilmədiyi sualdır. Nəysə. Baxırıq. Bizə deyir ki, odulan fotonun tezliyi fotoeffektin qırmızı sərhəddindən 3 dəfə böyük olduqda fotoelektronların kinetik enerjisi nə dəyişir? Ümumiyyətlə uşaqlar, fotoeffekt mövzusudur. Fotoeffekt də fizikanın axırda olan bölmələrindən biridir. Biz burada necə yazacağıq? Mənə verir ki, ümumiyyətlə uşaqlar, yəni fotonun enerjisi nəyə bərabərdir? 8. Nəyə? Yox, Bu cür yox, ümumiyyətlə düzdür. Fotonun enerjisi bərabərdir kinetik enerjisi. Hə, mənə niyə kinetiki soruşursunuz? Açıq, düzdür. Ümumiyyətlə uşaqlar, fotonun enerjisi H vurulsun nüdür. Düzdür? Ya da lambda. Aysa. Amma çıxış işi isə H vurulsun nü 0 kimi mən bunu yaza bilərəm, düzdür? Və mənə deyir ki, nü bərabərdir 3 nü 0-a. Yəni 3 dəfə böyükdür. Fotoeffektin qırmızı sərhəddindən. Qırmızı sərhəd 0-la, nü 0-la götürürük. Nü bərabərdir 3 nü 0. Onda elə mən buradan y foton bərabərdir 3 a çıxış yaza bilərəm də, düzdür?
Kinetik enerji də mənə verib 8-dir. Onda buna əsasən, bu düstura əsasən Y-futunun yerinə 3A çıxış yazacağam. Bərabərdir kinetik enerjinə 8 üstəgəl A çıxış. Buradan 2A çıxış bərabər olacaq 8-ə. A çıxış da bərabər olacaq 4 elektrovolt, yəni D variantı. Aydındır? Aha. Keçirik 10-cu suala. 10-cu sualda bizə deyir ki, x oxu boyunca düzxətli daha doğrusu deyir ki, x oxu boyunca düzxətli hərəkət edən cismin impulsunun proyeksiya zamanı asılı qrafik verilmişdir. Hansı hissədə cismə təsir edən qüvvələrin əvəzləyicinin işi müsbətdir? Baxın uşaqlar, işin müsbət olması üçün mənə nə lazımdır? Baxın, burada sabitdir. İmpuls o deməkdir ki, sürət eyni yaza bilərəm. Yəni, sürətdə impuls kimi yaza bilərəm. Sürət sabitdirsə, deməli, əvəzləyici qüvvə özü 0-a bərabərdir. Bu hissəyə fikir verin. Burada sürət azalır. Sürət azalırsa, deməli, bu yavaşın hərəkət edəcək, amma mənə müsbət deyir. Bu mənə lazım deyil. Bu hissə sükunət halıdır. Yenə əvəzləyici qüvvə 0-a bərabərdir. O da lazım deyil. Bir hissə qaldı T2 ilə T3. Bu, x oxunun əksi yeyinləşən hərəkət etdiyinə görə, Sıfırdan T1'ə artırmalıyım. necə? Sıfırdan T1'ə artırdı, müsbətdir. Nə artır? Əvəzləyici qüvvə. Əvəzləyici qüvvə fikir ver, sürətin zamandan asılı qrafiki çəkirəm. Impuls elə sürətdən eyni şeydir. Bu qrafikdə sən mən üçün qüvvənin zamandan asılı qrafik çəkə bilərsən, gülsün. Bax, bu necə hərəkətdir? Bərabər sürətli deyil. Bərabər sürətlə biz deməmişik ki, V konstant olsa əgər A bərabərdir 0-a, həmçinin F də bərabərdir 0-a, əvəzləyici qüvvə 0 olsa, həmin o əvəzləyici qüvvə necə iş görsün? Düzdür? Bəli, müəllim. Ay sağ ol. Onda məndə sadəcə lazım olan variant T2 ilə T3-dür. T2 ilə T3-də bu müsbət iş görəcək. Niyə? Çünki yeniləşən hərəkət edir. Deməli, T2, T3 A variantı. Baxırıq 11-ci suala. 11-ci suala uşaqlar impulsun saxlama qanunudur. Bura kim nə yazıb və necə yazıb? İmpulsun saxlama qanunu uşaqlar. Newton qanunlarında cəhcə kimi götürdünüz. Nə oldu indi? Mənə variant yaz. A variantı yazmışsan. A variantı başqa kim yazıb? Aha. Baxın uşaqlar, impulsun saxlama qanunu ümumiyyətlə nədir? İmpulsun saxlama qanunu deməkdir ki, P öncəki impuls, P sonraki impulsa bərabərdir. Bura öncəki impulsa fikir versək 4mv-dir. 4mv bərabərdir P1 ilə P2-nin cəmi. Və fikir verin uşaqlar, burada V1 əks istiqamətə yönəlib, amma V2 isə sağa gedir, yəni müsbət istiqamətə gedir. Onda mən burada yazacağam ki, 4mv bərabərdir. Bax, bunun deməli kütləsi V1-i 2V'dir. Onda bura yazacağam ki, əks istiqamətdə yönəldiyinə görə mənfi P1 yazacağam, plus P2 bərabərdir. Deməli, mənfi P1 olduğuna görə yazacağam ki, mənfi M1V1 plus M2V2. 4mv bərabərdir. M1 kütləsi 3mdir. Mənfi 3m vurulsun sürəti 2v'dir. Üstə gəlinsin M2, deməli M2-nin kütləsi nə qədərdir? M-dir. V2 isə V2. Məndə nə istir elə o? V2-ni istir. V2-ni istir. Deməli yazacağım ki, 4mv bərabərdir mənfi 6mv plus mv2. Buradan yazacağım ki, 4mv üstəgəl 6mv bərabərdir mv2-yə. 10mv bərabərdir mv2-yə. Buradan da m'lər gedəcək və tapacağam ki, v2 bərabərdir 10v-yə. Cavab 10v. A variantı.
Aydındır uşaqlar. Kim düz yazmışdı bunu? Mən. Mədinə sən? Evet. Aha. Digər uşaqlar Şamar, Xədicə, Aydan, Ella. Ella səndə vəziyyət necədir? Sevinç səndə vəziyyət necədir? Mən Səsin yazmamışam. çıxmır. Bu sualı yaza bilməmişdim mən. Yaza bilməmişdim. Sevinç səndə bəs? Mən də yazmışdım. Sən də yaza bilməmişdin. Xədicə sən? Mən də yazmamışam. Başa düşdünüz uşaqlar? Bəli. Ay sağ ol, diqqətli olun. Aha. Baxırıq 12-ci suala. Deməli uşaqlar mənə deyir ki, burada bir dənə yer açaq. Burada bir dənə yer açaq. Deyir ki, K bərabərdir 400 Newton bölünsün metr sərtlikli yaya bağlanmış harmonik rəqs edən cismin potensial enerjisini zamandan asılı qrafiki verilmişdir. Buna əsasən potensial enerji zamandan asılı qrafik verilmişdir. Bu cismin yer dəyişməsini zamandan asılı qrafikin hesab edin. Baxın uşaqlar, potensial enerji Y potensial bərabərdir. K vurulsun, X maksimal kvadratda bölünsün 2-dir. Və yaxud da elə X maksimal yox, mən X yaza bilərəm. Çünki tam elə X maksimal yaza bilərəm. Elə X maksimal yazıram. Niyə? Çünki elə bunun tam qiyməti bizə maksimal qiyməti verir. Onda mən buradan X maksimalı tapsam, vuracam 2Y potensial bölünsün K-ya və kök altında. Bildiniz niyə kök altında? Çünki X-in kvadratıdır. Və buradan mən X-i tapsam, elə X maksimal tapsam, deməli olacaq 2 vurulsun 2 bölünsün K-da nə qədərdir? 4'dür də, daha doğrusu 400. 4 vurulsun 10 üstü 2. Bərabərdir, bu da mənə verəcək nə qədər? Deməli, bu 4'lər gedəcək, qalacaq kök altında 1 bölünsün 100. Buradan da kök çıxacaq 1 böl 10, bu da mənə verəcək 0.1. Deməli, X-in 0.1 qiyməti. X-in 0.1 qiymətindən mən koordinatı çəksəm, koordinatı zamandan asılı qrafikini çəksəm. Bax, potensial haradan başlayıb, koordinat başlanacaq. Yəni, sinus qanunu ilə dəyişən bir dənə rəqsdir. Onda bu da sinus qanunu ilə dəyişəcək. Və qrafik belə olacaq. Bu maksimal nöqtədə 0.1 olacaq. Bu da hansı variantdır? Yəni 0.1 metr 10 cm deməkdir uşaqlar. O da olacaq B variantı. Aydındır? Bəli, müəllim. Ay sağ ol. Baxırıq 13-cü suala. Bizə deyir ki, rəqs konturunda sarğacdan keçən cəryan şiddəti maksimum olan anda, yəni I maksimal olan halda, daha doğrusu elə I bərabərdir I maksimal, I bərabərdir, buraya yazıram I maksimal, o da bərabərdir maksimum. Olan halda nə sıfıra bərabərdir? Baxın uşaqlar, maqnit sarğacsa, deməli maqnitin enerjisi maksimum olacaq. Kondensator tutumu bura heç bir daxili yoxdur. Bir səhvdir, bura heç bir daxili yoxdur. Kondensatorun enerjisi düzdür. Kondensatorun enerjisi. Əgər demişəm ki, maqnitin enerjisi maks olanda, kondensatorun enerjisi, yəni elektrik sahəsinin enerjisi minimum. Sıfıra bərabər olurdu. Sağ ol, minimum olur. Maqnit seli, deməli, maqnit seli fi maksimum olacaq. Çünki maqnitin enerjisi deyir. Rəqs konturun tam enerjisi bu sabitdir. Bu da olmaz. Yalnız 2. Cavab C. Baxırıq 14-cü suala. Baxın uşaqlar, 14-cü sualda deyir ki, cisim daşma səviyyəsinə qədər su ilə dolu birinci qaba salındıqda müəyyən qədər su ikinci qaba töküldü. Cisim mayenin səhətində tarazlıqda olduğu hal üçün hansı ifadələr doğrudur? Baxın uşaqlar, ümumiyyətlə Arximed qüvvəsi var idi, yadınızdadır. Cisim öz çəkisi qədər su sıxışdırıb çıxardır. Ta ki, mən bura cisim daxil eləsəm, ta ki, burada su töküləcək. Bunu mən suya daxil eləsəm, bunun çəkisi qədər su qalxacaq, səviyyəsi qalxacaq və töküləcək yerə. İndi deyir ki, ikinci qaba tökülən suyun kütləsi cismin kütləsinə bərabər, düzdür. Yəni, öz kütləsi qədər su tökür aşağı. Arximed mayeyə bərabər olurdu.
Yox, Arximed bilirik ki, F Arximed bərabərdir rho maye JV, düzdür? J batan. Bəli. Və demişik ki, Arximed qüvvəsi dərsində demişik ki, əgər hər hansı bir cismi mən mayenin içinə daxil eləsəm, həmin öz çəkisi qədər su sıxışdırıb çıxardar. Düzdür? Bəli. Və bu da sıxışdırıb çıxardır, aşağı tökülür də eyni şey. Yəni öz çəkisi qədər, yəni bunun kütləsi qədər. İkinci qaba tökülən suyun kütləsi cismin kütləsinə bərabərdir, düzdür. Cismin çəkisi sıfıra bərabər və sodun üzündə tarazlıqdadır. Tarazlıqdadsa, deməli həmin cismin çəkisi nəyə bərabərdir? Sıfıra bərabərdir. 2 də düzdür. Cismin sıxlığı suyun sıxlığından böyükdür. Əgər bunun sıxlığı böyük olsa, rho cisim böyükdürsə rho mayedən, uşaqlar Dibə batardı. dibə batmalı idi. Amma bu batmır. Deməli bu səhvdir. Cavab 1-2-dir. B variantı. Aydındır? Bəli. Baxırıq 15-ci suala. Deyir ki, hansı kəmiyyətin beynəlxalq sistemdə vahidi Joule bölünsün Kelvindir. Uşaqlar, universal qaz sabitin vahidi Joule bölünsün mol vurulsun Kelvindir. Xüsusi ərimə istiliyi Joule bölünsün kiloqramdır. Yanma istiliyi Joule bölünsün kiloqramdır. Xüsusi istilik tutumu Joule bölünsün, kiloqram vurulsun. Nə idi? Joule idi deyəsən. Joule bölünsün kiloqram vurulsun Joule. Elə idi deyəsən. Yoxsa Kelvin idi? Vurulsun Kelvin idi. Cm delta T. Ben buradan C'ni tapsam Q'ni böləcəm M delta T'yə, düzdür? Yəni C bölünsün kiloqram vurulsun Kelvin. Kelvin. Qarışdırmayın. 4 səhvdir. Cavab 2-3 A variantı. Baxırıq 16-cı suala. Deməli uşaqlar, 16-cı sualda fikir verin. Doyan su buxarı deyir. Doyan su buxarı bu sabit temperaturdadır. T bərabərdir konstantdır. T bərabərdir konstant olanda sıxlıqdır, konsentrasiyadır və təzyiq həcmdən asılı deyil. İkincidə həcm sabitdir. Həcm sabitdir və burada sıxlıqdır, konsentrasiyadır və təzyiq temperaturla kvadratik asılıdır. Yəni yeyinləşən hərəkətin qrafik. Buxarın kütləsi azalır. Buxarın kütləsi harda azalır uşaqlar? Deməli, buxarın kütləsi o vaxtda azalacaq ki, nə olmalıdır? Hə? Deyin elə. Nə olacaq? Yəni, fikir verin, hər iki halda. Burada həcm də azalır, burada isə temperatur da azalır. Deməli, hər iki halda temperatur da, təzyiq də, daha doğrusu həcmdən temperatur azaldığına görə biri soyuyur, digəri sıxılır. Bu sıxılır, qabı sıxıram, burada isə soyuduram. Kondensasiya eləyir də. Deməli, buxarın kütləsi azalacaq, mayenin kütləsi artacaq. Deməli, 1 gedəcək hər ikisinə. Buxarın sıxlığı azalır. Buxarın sıxlığı harda azalır? İkincidə. Çünki temperatur azalır, buxarın sıxlığı da azalır. Molekulların orta kvadratik sürəti dəyişmir. Molekulların orta kvadratik sürəti harda dəyişmir uşaqlar? Hə? Deyin elə. Deməli, burada Eşitmədim müəllim. molekulların orta kvadratik sürəti harda dəyişir? Dəyişmir deyir. Dəyişmirəm. Molekulların orta kvadratik sürətinin düsturu nə idi ümumiyyətlə? V orta bərabərdir kök altında məsəl üçün 3RT bölünsün M düsturu. Burada hamısı sabitdir, M də sabitdir. Onda V sadəcə temperaturla asılı idi da, düzdür? Temperatur harda sabitdir? T konstant olan halda, yəni 3-də. Buxarın halı P bərabərdir nÜRT-dir. Buxar doymamış haldadır. Buxar dediyinə görə, doymuş su buxarı demir, buxar deyir. Su buxarı olsaydı bu heç birinə getməzdi. Amma buxarın halı dediyinə görə hər ikisinə gedəcək. Buxarın sıxlığı dəyişmir birincidə. Deməli 1-ə 3, 5, 2-yə 1, 4, 2-yə 2 gedir. Cavab C variantı. Aydındır. Baxırıq uşaqlar 17-ci suala. 17-ci sual biraz hesablama tələb edən sualdır. Sizə şeyləri verəcəm, hesablamağı sizin imanınıza buraxacağam. Deməli uşaqlar, maqnit, daha doğrusu elektrik sahəsinin enerjisi
S1, yəni mən burada S1 o 1 kvadratı bölünsün 2-dir. Mən buradan S1-i tapsam, olacaq 2 vurulsun elektrik enerjisi bölünsün O1-in kvadratı. Dəyərləri yerinə qoyuram. 2 vurulsun 16 vur 10 üstü mənfi 3 bölünsün O1 nə qədərdir? 40. 40-ın da kvadratı 1600. 16 vur 10 üstü 2 yazıram. Siz üçün asan olsun deyə. İkincini hesablayanda 2 vurulsun elektrik bölünsün O2-nin kvadratı. Bu da bərabərdir. 2 vur 16 üstü 10 üstü mənfi 3 bölünsün, deməli 64 vurulsun 10 üstü 2. Vəsə, həm S1-i siz üçün tapdım, həm də S2-ni tapdım. Və ardıcıl birləşdir deyir. Bunların hər birinin qiymətini tapırsınız. Ardıcıl birləşmədə isə, bu düzdən istifadə olunur. S1, S2 bölünsün S1 plus S2. Gedirsiniz, yerinizə qoyursunuz, həll edirsiniz. Deməli, cavab hardasa eləyəcək. Deməli, bu nə qədər eləyir? 2 vur 10 üstü 6, 10 üstü 3, mənfi 3 gedəcək. 64, 4 gedəcək. Qalır burada 2-də 1. 20 vur 5, 20 üstə 5. 2 vurunda 5, 100 bölünsün 25, 4. 4 mikrofarad A variantı. Aydındır. Bəli. Bu da ümumiyyətlə bu mövzunu bilirəm yaxşı. Aha. Baxırıq 18-ci suala. Görmələ kimlər oyaqdır? Bir nəfər də çıxıb. Kim çıxıb? Mənim bacım çıxdı, kimyası var idi. Hə. Rıza, dərsdən niyə çıxmışdın bayaq Rıza? Müəllim səsimiz gəlmirdi, ona görə çıxdım, təzədən girdim. Arada yarım saat buraxdın, hə? Yox, müəllim, elə çıxan kimi girdim. Yox edin axı bayaq. Dərsdən çıxmışdın. Yox, müəllim, çıxan kimi girdim. Aha. Sevinç, sənə aydındır bu dedikləri? Səsin gəlmir heç. Sevinç, eşidirsən məni? Bəli, aydındır. Sənin mikrofon niyə belə işləyir? İndi eşidirsiniz səsini? Çox zəif işləyir. Aydın. Aha, baxırıq uşaqlar 18-ci suala. Mən yoruldum uşaqlar bu suallardan ötürü. Aha. Baxırıq uşaqlar. Hansı cihazdan istifadə edərək naqilin müqamətini ölçmək olar? Naqilin müqaməti R bərabərdir, O bölünsün I düzdür. Düzdür. Deməli, və yaxud da elektrik sayğacı gücün var idi. Güc bərabərdir, O kvadratı bölünsün R. Ampermetr lazım olacaq mənə. Ampermetr lazım olacaq. Bir elektrik sayğacı lazım olacaq. Bir də hansı düsturdur? Və I-nin yerinə QT yazacağam. Deməli, R bərabərdir, O bölünsün. I-nin yerinə nə yazacağam mən? Q vurulsun. I-nin yerinə Q bölünsün T yazacağam. Yəni, bu gedəcək, T gedəcək yuxarı, Q qalacaq aşağıda. I bərabərdir, Q bölünsün T. Deməli, saniyə ölçənlə də ölçə bilərəm. 1, 3, 5, cavab C variantı. Asan sualdır. Baxırıq 19-cu suala. 19-cu sual uşaqlar sadə bir sualdır əslində. Necə yazmaq lazımdır? Uşaqlar, ümumiyyətlə belə olanda siz burada maqnit induksiya vektorunun istiqamətini tapmaq üçün halqa çəkirsiniz həmin oxun üzərində. Və x olanda halqa necə yönəlirdi? Bu halqanı, deməli halqa necə yönəlirdi uşaqlar? Aşağı doğru yönəlirdi. Düzdür? Aşağı. Saat əqrəbi istiqamətində də maqnit induksiya vektoru. Demədik ki, x olanda saat əqrəbi istiqamətində yönəlir. Hə? Necə idi? Yox, mən səhv bilirəm. Saat əqrəb istiqamətində. Ay sağ. İkincini çəkəndə bu da belə çəkirik. Bu da saat əqrəbi istiqamətinə yönəlməlidir və bu da belə yönələcək. Daşı. Bunun əksi. Saat əqrəbi belə yönəlir də burada, düzdür? Bu yuxarı gedəcək. Bu belə fırlanır uşaqlar. Bu isə saat əqrəbi istiqaməti belədir. Əgər mən ikinci üstün saat əqrəbi belə yazsam, bunda bu belə fırlanacaq. Axı bu saat əqrəbin əksidir. Bu da x-dir. Saat əqrəbi istiqamətində olmalıdır. Deməli, onun istiqaməti yuxarı olmalıdır. İndi keçirəm I nöqtəsi üçün yazmağa. I nöqtəsi üçün yazmağa.
Daha doğrusu bu nöqtə üçün. Nöqtə üçün çəkəndə də bir dənə belə başqa rənglə ifadə edeyim. Başqa rənglə ifadə edeyim. Baxın uşaqlar, belə çəkəndə və bunu biz mötərizəyə alırdıq. Belə çəkəndə bu hara yönəlirdi? İndi biraz bunu fərqli çəkdim. Aşağı doğru yönələcəkdir, düzdür? Çünki saat əqrəbin əksinə. Əksinə. Saat əqrəbin əksinə bu bunun içində olmalıdır və buradan keçməlidir. Və buradan saat əqrəbin əksinə olduğuna görə bu belə yönələcək. B. Onda uşaqlar, bu bir-birini kompensasiya elədi. Bu B1 ilə B2. Buna B1 yazıram, buna B2 yazıram, buna B3 yazıram. Onda yekun istiqamət belə oldu. İndi mənə deyir ki, hər bir bu zaman onların O nöqtəsinə yaratdıqları maqnit sahəsinin yekun induksiya vektoru. Baxın uşaqlar, mən burada deyir ki, bunların hər üçünü bir bölgü qabağa gətirsək. Hər birini bir bölgü qabağa gətirsək, bax, bu müsbət, yəni eyni lampadır, bu da eyni lampadır. Bunlar bir-birini itələnəcək, amma X ilə nöqtə bir-birini cəzb eləyəcəkdir, düzdür? Və məndə də bu yekun yaranan B3-dür. Nöqtənin yaratdığı maqnit induksiya vektorudur. Deməli, mən bunları bir addım qabağa gətirsəm, bunların modulu artar. Yəni, bu B3 modulu artar. Niyə? Çünki cazibə artır orada. Aydındır, bir-birini daha çox cəzb eləyəcək. İkinci halda isə mənə deyir ki, istiqamət nə dəyişər? İstiqamət dəyişməz. Mən bunları buradan silib, gətirib burada qoysam və bunları da hər bir addım O nöqtəsinə yaxınlaşdırsam, bunu da burada yazsam, yenə də bunun yaratdığı ilə bunun yaratdığı bir-birinin əksi olacaq və bunun yaratdığı yenə sağa olacaq və istiqamət dəyişməz. Deməli, modulu artacaq, istiqaməti dəyişməz. Cavab olacaq A variantı. Yəni, belə deyim də, qəbula dimin sınağıdır bu, dimin sınağıdır. Qəbula düşmə ehtimalı 50%-dir, 50-60% belə. Yəni, öyrəşdirin özünüzü hər cür suallara. Baxırıq 20-ci suala. 20-ci sualda da elə yazmışıq. 20-ci sual uşaqlar, maraqlı deyəndə ki, çoxunuzun düz yaza biləcəyi bir sualdır. Necə yazırıq 20-ci sualı? Diqqətlə qulaq asın uşaqlar. Deməli, 20-ci sual qəbula düşən sualdır. Özü aktiv düşən sualdır. Deyir ki, cəryan şiddətini azaltmaq istəyirəm. Cəryan şiddətini azaltmaq istəyirəmsə, uşaqlar, burada sarğac var. İnduktivlik mü vurulsun L0-dır. Əgər mən induktivlik bura daxil eləsəm, daha doğrusu dəmir işlik daxil eləsəm, yəni mü, bunun maqnit nüfuzluğu artdığına görə induktivlik də artar. İnduktivlik artdığına görə cəryan şiddəti nə olacaq? Azalacaq. Və bu induktivliyin olması, ümumiyyətlə dövrədə sarğacın olması bir növ müqavimət kimi nəzərdə tutun. Yəni burada L artdığına görə cəryan şiddəti azalacaq. Bir düzdür. Rezistoru soyutmaq. Uşaqlar, rezistoru soyudanda nə olacaq? Rezistoru soyudanda müqavimət azalacaq. Müqavimət azalsa cəryan artmalıdır. Amma mənə bu lazım deyil də, mənə cəryanın azalması lazım. Deməli, bu səhvdir. Dəyişən cəryanın tezliyini azaltmaq lazımdır. Baxırıq. Deməli, dəyişən cəryanın tezliyi O bölünsün XL ilə yazacağım. Yəni, XL-in kvadratı plus L-in kvadratını yazacağım kök altında. Baxın, XL-də omega vurulsun L-dir. Dəyişən cəryan qanunlarını bilirsiniz. Omeganın da yerinə 2 pi nü vur L yaza bilərəm. Və baxın uşaqlar, bu məxrəcdədir. Əgər mən nünü azaldıramsa, məxrəc azaldığına görə cəryan şiddəti artacaq. Axı mənə cəryan şiddətinin artmağı yox, azalmağı lazımdır. Deməli, 3 də səhvdir. Cavab yalnız 1 olacaq, yəni B variantı. Aydındır? Baxırıq 21-ci sual. Deyir ki, eyni hündürlükdən sərbəst düşən üst cismin yerə çatan anda impulsları. Ümumiyyətlə, mənə qulaq asın uşaqlar. Ümumiyyətlə, P bərabərdir, M bərabərdir
P bərabərdir ümumiyyətlə MV düsturudur. Mən buradan M-i tapsam, bunu tərsinə yazdım əslində bir saniyə. P bərabərdir M vurulsun V düsturu. Buradan mən M-i tapsam, P-ni böləcəm V-yə. Düzdür? Və uşaqlar, V burada sərbəst düşəndə H bərabərdir V0 kvadratı bölünsün 2J düsturuna gedəcəm. Və eyni hündürlük olduğuna görə V0 da burada sabitdir. V0 sabitdirsə, bu sabitdirsə, onda MP ilə düz asılıdır. Əgər P1 böyükdür, P2 böyükdür, P3-dürsə, deməli bunun impulsu bunun kütələri ilə də düz asılıdır. Olacaq M1 böyükdür, M2 böyükdür, M3. Eyni asılılıq olacaq. Cavab A variantı. Aydındır uşaqlar. Yatmamısınız? Bəli. Bəli. Aha. Ömər yatmısan? Yox, müəllim, yazmamışım buradayım. Aha. Qulaq as. 22-ci sual uşaqlar difraksiya ilə bağlı bir məsələdir. İnanıram ki, yəni çox şagirdlər hələ ki bu mövzuya çatmayıb. Amma maraqlı bir dənə izahı var. Mənə diqqətlə qulaq assaz. Sizi inandırım ki, qəbula düşsə buna maksimum 4 saniyə vaxt sərf edəcəksiniz. 4 saniyə. Difraksiyadan qəbula 100% düşür. Baxın uşaqlar. Ay müəllim, çox afatdır bu. Siz bir dəfə izah eləmisiniz bu sualdan. Ay sağ ol. Baxın uşaqlar, mən yazdım. Nənə ilə bağlı bir dənə sual var idi. Yadınızdadır. Dedim ki, qarı nənə 80 yaşlı məxmər gülə Bənzəyir. bənzəyir. Ay sağ ol. Yəni bunu ardıcıllıqla yazıram indi. Qarı qırmızı, Qırmızı, nənə narıncı, narıncı. 80 sarı, yaşıl, elə yaşıl rənglərdir. Difraksiya qəfəsində ayrılanda rəngləri ayrılır. Məxmər mavidir, mavidir. Bənzəyir bənövşəyidir. Ay müəllim, çox rəng var. Deməli qarı nənə 80 yaşlı, məxmər, hə, gül yadımızdan çıxdı uşaqlar, gül. Yaxşı dedim. Gül göydür. Deyirəm axı göydə var idi. 7 rəngdir uşaqlar, elə 7 rəngdir. Sayanda 7 rəng çıxmalıdır. Mavi gülə bənzəyir göy və bənzəyir bənövşəy. Baxın uşaqlar, mən sizə dedim ki, qırmızıdan aşağı doğru getdikcə, yəni qırmızıdan bənövşəyə doğru getdikcə, aşağı doğru getdikcə bunun dalğa uzunluğu nə olur? Hə? Deyin görün mənə kimin yadındadır? Dalğa uzunluğu nə olurdu? Dalğa uzunluğu Azalırdı, azalırdır, amma tezliyi artırdı. artır. Ay sağ ol. İndi mən difraksiya qəfəsi üçün difraksiya periodunun difraksiya qəfəsindən asılı düsturu yazıram. D vurulsun sinus fi bərabərdir K vurulsun lambda. Burada uşaqlar birinci tərtib dediyinə görə K-nı 1 götürəcəm. Onda mən buradan deməli ağ işığın birinci tərtib difraksiya qəfəsi üzərində meyl etməsi təsvir edilmişdir. Yəni mən buradan deməli lambdanı tapsam, lambdanı buradan tapsam olacaq nə olacaq burada? Deməli D sinus fi bölünsün nəyə? K-ya. Düzdür? K onsuz da sabitdir. Çünki qəfəs K onsuz sabitdir. Qəfəsin birinci tərtibdir. K 1-dir. D qəfəsin periodudur. O da sabitdir. Lambda onda sinus fi ilə düz asılıdır. Yəni bucağın artması lambdanın artması deməkdir. Baxın burada ən böyük dalğa uzunluğu qırmızıdadır. Deməli ən böyük bucaq elə qırmızıda olacaq. Düzdür? Belə məntiqlə də tapmaq olar müəllim. Orada deyir 5 qırmızı dadda, yəni 5 nömrəli qırmızıdır. 4 nömrəli rəngi soruşursa, deməli 4 nömrəli də narıncıdır. 4 nömrəli narıncıdır.
əslində düzdür, məntiq düzdür. Narıncı Ya məntiqlə düşünüb tapmaq olar da bunu. narıncı olmasa belə ardıcıllıqla gəlməlisən də, düzdür? Yəni siz bilməlisiniz ki, bu nəyə görə 5 qırmızıdır? Bəlkə lambda D sinus fidən tərs asılıdır. Onda 5 qırmızıdırsa, onda nə olacaq? Şua artdıqca, yəni burada meyl bucağı artdıqca onda azalmalıdır, düzdür? Yəni siz burada bilməlisiniz ki, bu lambda D sinus fi ilə düz asılıdır. Və bucağa fikir versəz, birincinin bucağı, ikincinin bucağı, üçüncünün bucağı, dördüncünün bucağı, beşincinin bucağı. Beşincinin bucağı ən çoxdur. Bucaq ən çox olanda deməli dalğa uzunluğu da ən çoxdur. Dalğa uzunluğu ən çox qırmızıdadır. Daha sonra ondan sonra gəlir narıncı. Deməli 4-də də ən böyük, 5-dən sonra ən böyük bucaq olduğuna görə, deməli lambda dalğa uzunluğu da 4-də qırmızıdan sonra ən böyük olmalıdır. Və o da mənə verəcək narıncını. Narıncı yoxsa sarı. Aydındır, cavab olacaq B variantı. Başa düşdünüz uşaqlar bu sualı? Bəli. Bəli. Aha. Bəli. Getirik 23-cü suala. 23-cü suala deyir ki, uşaqlar x oxu boyunca hərəkət edən cismin koordinatını zamandan asılı qrafiki verilmişdir. 10 saniyə müddətdə cismi getdiyi yol yerləşmədə neçə metr böyükdür? Yəni L çıxılsın S fərqini məndən istəyir. Baxın uşaqlar, bunun getdiyi yol başlanğıcı mənfi 40-dadır. 10 saniyə ərzində. Birinci 4 saniyə ərzində gedir 60-a. 40-dan getdi 60-a. Yəni mənfi 40-dan 60-a getdi. Birinci nə qədər yol gedir? 100 metr. Yol mənfi ola bilməz. Çünki 0-a qədər 40 gedir, 0-dan da 60-a 60 gedir. Ümumi 100. İkinci isə baxın 60-dan düşür 40-a. Nə qədər yol gedir? 20 metr. Üçüncü isə 40-dan təzədən qalxır 60-a, yenə 20 gedir. Onda bunun ümumi 10 saniyə ərzində getdiyi yol 140 metr olur. Yerdəyişməsi isə, fikir verin, yerdəyişməsi 40-da idi, gəldi, axırda dayandı 60-da, yəni 100 metr yerdəyişmə eləyib, 100 metr olacaq və bunların da bir-birindən fərqi olacaq 40. 40 metr. Cavab 40 metr. Başa düşdünüz? Baxırıq indi 24-cü suala. Uşaqlar, 24-cü sual maraqlı bir məsələdir. Deməli, biz bu məsələdə necə yazacağıq? Baxın uşaqlar, bu cisim düşür, yayın üzərinə düşür və bunu h qədər düşür və bunu delta x qədər də sıxır aşağı. X qədər də aşağı sıxır. Yəni, burada həm potensial enerji var, həm yükün potensial enerjisi, bir də yayın potensial enerjisi var. Və bunlar ikisi birlikdə çevrilir yayın ümumi potensial enerjisinə. Yəni, mən burada yazacağım ki, mg vurulsun. Buradan mən h-ı və bu hündürlüyü götürəcəm. Tək ki, bunu delta x qədər sıxmır. Onda bu hündürlük olacaq məndə h plus x. Onda mgh yox, mgh plus x yazacağım. Bərabərdir bu ümumi potensial enerjinin dəyişməsi. Yəni, daha doğrusu, potensial enerjiyə çevrilir. K(x) bölü 2. Və bu tənliyi həll edirik. Və buradan biz x-i tapırıq. Bu tənliyi necə həll edirik biz? Gəl yerinə qoyanda cisimləri. Deməli, m nə qədərdir? 40 qram. 40-ı yazacağım 4 vur 10 üstü. Deməli, 40 qram, 40 vurulsun 10 üstü mənfi 3-dür. Daha doğrusu uşaqlar, santimetrlə verir, heç çevirmirik, heç nəyə. Gəl 400 vurulsun 23 plus x. Bərabərdir, k 500-dür. 2-yə böləndə 250 vurulsun x-in kvadrat. Hər tərəfi 250-yə böləndə, daha doğrusu, nəyə bölə bilərik uşaqlar biz bunu? Riyaziyyatınızı işə salın. Uşaqlar. Deməli, bu sıfırla ilk öncə bu sıfırı aparacağıq. 5-ə böləndə burada qalacaq 5, burada qalacaq 8. Deməli, qalacaq ki, burada 8 vurulsun 23, üstə gəl 8x bərabərdir 5x kvadrat. Kvadrat tənliyə gələcək uşaqlar, Və bu kvadrat tənliyi həll edəcəksiniz. Birində kök mənfi alınacaq, birincə müsbət alınacaq və siz o müsbəti götürəcəksiniz əsas kök. İndi mən bunu həll eləmirəm, vaxt getməsin deyə, amma əsas yol belədir. Kvadrat tənliyə gəlir, kvadrat tənliyi həll edirsiniz.
Gedirik 25-ci suala. Baxın uşaqlar. Mənə deyir ki, konturda yanılan EHQ-nın zamandan asılı qrafikini verib. Fikir versəniz uşaqlar, 0T1 anında maqnit seli dəyişmir. Çünki epsilon 1 bərabərdir, epsilon 2 bərabərdir. Mənfi delta fi bölünsün delta t-də, düzdür? Və buradan mən delta fi-ni tapsam, olacaq modulda epsilon i vurulsun t-dir. Əgər bu sıfırdırsa, deməli maqnit seli dəyişmir. 1 olacaq. Deməli, hansı ifadələr doğrudur? Hə, 0T1 anda maqnit seli dəyişmir. 1 düzdür. T0, 2T0 anda maqnit seli zamandan xətti asılıdır. Maqnit seli zamandan xətti asılıdır. Düzdür uşaqlar siz buca. Hə? Düzdür də uşaqlar, xətti asılıdır. Yəni necə xətti asılıdır? Fi T-dən baxın belə asılıdır. Daha doğrusu bu müsbət yerdə olduğuna görə qrafik belə olacaq. Fikir verin. Epsilon müsbət olduğuna görə bu mənfi olacaq. Və xətti asılıdır. 2 də düzdür, 1 də düzdür. T0, 2T0 aralığında induksiya cəryanı sıfırdır. Səhvdir. İnduksiya cəryanı necə sıfır olsun? Axı sabitdir. Çünki epsilonla i eyni şeydir. 2T0 T0 2T0 anda, daha doğrusu bunu deyirik. Bunu. Aha, bu deyil. T0 2T0 2T0 3T0 aralığında induksiya cəryanı zamandan xətti asılıdır. Xətti asılı deyil. Niyə? Çünki epsilon necə asılıdırsa, i də elə asılıdır və burada epsilon belə asılıdırsa, deməli o da sabitdir. 4 də səhvdir. 2T0 3T0 aralığında maqnit seli artır. Düzdür. Epsilon mənfi olanda, baxın, bu hissədən söhbət gedir. Bu mənfi olanda fi-nin zamandan asılı qrafiki müsbət istiqamətdə artacaq. 5-də düzdür. Deməli cavabım olacaq 1 2 5. Keçirəm 26-cı sual. 26-cı sualı uşaqlar keçən dəfə sınavda sizdən işləmişdik. Yadınızdadır? Bu tip suallar sizdən işləmişdik. Bu tip sualları sizdən işləmişdik. Deməli, burada asanlıqla burada nə edirik uşaqlar? Deməli, polad məftildir, ortadan qatlanıb, sıxılaraq ondan yenə eyni kütləli yükdür. Baxın uşaqlar, birinci halda bu mənim dayaq nöqtəmdir, polad məftildir. Polad məftildən eyni kütləli yük asılıb, M kütləli yük. Və deyir ki, mənə bu polad kütləni mən qatlayıram bu istiqamətdə. Baxın, şəkil hansı hala düşəcək, diqqətli olun. Şəkil bu hala düşəcək. Qatladım axı. Deməli, bu zaman yenə eyni kütləli yük asıram. Bu zaman bunun başlanğıc uzunluğu L0 idi. Oldu L0 bölünsün 2. Amma bunun kütlə ilə, yəni cisimlə təmas etdiyi yer S idisə, burada 2 dənə S yarandı. 1S, 1S, yəni 2S yarandı. İndi mən sərtliyin düsturunu yazanda sərtlik olacaq SY bölünsün L0. Y də materialın növündən asılı olduğuna görə Young moduludur və burada hər ikisi polad olduğuna görə sabitdir. Və sadəcə K S-dən düz asılıdır. Birinci halda K1 bərabərdir S bölünsün L0. İkinci halda oldu S oldu 2S, L0 oldu L0 bölü 2. Yəni bu oldu 4S bölünsün L0. Onda mən buradan nisbəti yazanda K2 bölünsün K1 bərabərdir. K2-nin yerinə 4S bölünsün L0 yazacağım. K1-in yerinə S bölünsün L0 yazacağım. Bunu da mən sadələşdirəndə, kəsri kəsrə böləndə birinci kəsr olduğu kimi qalır. İkinci kəsr çevrilir, məxrəc gedir yuxarı, sürət düşür aşağı. Bu da bərabərdir L0, S-lər gedəcək. Onda K2 bölünsün K1 bərabərdir 4. Cavab 4 olacaq. Kiməsə qaranlıqdır uşaqlar bu sual? Səs gəlmir, yatdılar, hamısı yatdı. Aydındır müəllim bəli. Aydındır. Sevinç, Xədicə, Şamar, yatmısınız uşaqlar?
Aydın. Aydın müəllim. Bir səs çıxardım da. Aydın müəllim, narahat olmayın. Mən öz-özümə danışıram elə bir burada. Yox müəllim, qulaq asıram sizə. Sadəcə səs bağlıdır. Başa düşürsən Gülsün? Bəli, bizdə qonaqlar var, elə bir ki, səslər çoxdur deyə səsi bağlı saxlayıram. Aha. Deməli, baxırıq 27-ci suala uşaqlar. 27-ci suala baxırıq. 27-ci sualda Gülsüm, sən keçən il məzunsan? Xeyr, birinci qrupam bu il Hə, inşallah. Aha. inşallah. Deməli uşaqlar, baxırıq. Bizə deyir ki, sürüşmə əmsalı μ bərabərdir 0.4 olan kütləsi m olan cismə hərəkət istiqamətində, baxın, hərəkət istiqamətində, yəni F qüvvəsi belə təsir edir, nə qədər? 60 Newton. Və biz də bilirik ki, hərəkətin əksinə sürtünmə qüvvəsi təsir edir. Sürtünmə qüvvəsi və biz bilirik ki, cisim kütləsi varsa, deməli aşağı doğru ağırlıq qüvvəsi, dayaq isə buna N reaksiya qüvvəsi göstərəcək və reaksiya qüvvəsi də mg-yə bərabərdir. Sürtünmə qüvvəsi isə, sürtünmə qüvvəsi μ vurulsun n-dir. Yəni μ mg-dir. Əla. Əla. Baxın, mən bunları yazdım. 60 Newton F qüvvəsi. İndi mənə deyir ki, m 15 kiloqram olarsa bu cisim necə hərəkət eləyəcək? Baxın, uşaqlar, diqqətlə mənə qulaq asın. M 15 kiloqram olarsa, gəl mən buradan F sürtünməni tapıram. μ 0.4 vurulsun 15 vurulsun J-dir. J də 10-dur. 4 vurulsun 15, sürtünmə qüvvəsi nə qədər elədir? 60 Newton. Baxın, sürtünmə qüvvəsi 60-dır. Bunu sağa dartan qüvvə də 60-dır. Əgər sürtünmə ilə dartı bir-birinə bərabər olsa, deməli cisim bərabər sürətli hərəkət eləyəcək. Cisim bərabər sürətli, yəni 1-ə A gedəcək. 1-ə getdi A. İndi baxırıq 2-yə. Deyirik ki, m bərabərdir 20 kiloqram olarsa. 20 kiloqram olarsa, deməli F sürtünmə olacaq 0.4 vur 20 vur 10. Bu da mənə verəcək 80 Newton. Deməli 80 Newton nə deməkdir? Artıq burada vəziyyət dəyişir. Deməli bunu arxaya dartan qüvvə 80 Newtondur. Yəni sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür. Sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdürsə, uşaqlar diqqətli olun, bax. Sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdürsə, cisim yavaşkən hərəkət eləyəcək. Yəni 2-yə gedəcək B, bir də D gedəcək. 2-yə B ilə D gedəcək. M bərabərdir 10 kiloqram olarsa, 3-cü halda M bərabərdir 10 kiloqram olarsa əgər, deməli sürtünmə qüvvəsini buradan tapıram ki, 10 vurulsun, 0.4 vurulsun 10-dur. Bu da eləyir 40 Newton. Deməli sürtünmə qüvvəsi 40 Newtondur, amma dartı qüvvəsi 60-dır. Deməli dartı böyükdür də sürtünmədən. Bu cisim sağa hərəkət eləyəcək və yeyinləşən hərəkət eləyəcək. Deməli 3-ə gedəcək C ilə Y. 1-ə getdi A, 2-yə getdi BD, 3-ə getdi CY. Doğru variant budur. Kim belə yazıbsa düz götürsün. Aha, keçdik situasiya tipli məsələlərə. Situasiya tipli məsələlərdə uşaqlar, bu situasiya tipli məsələ asan məsələdir. Necədir? Deyir ki, gərginliyi mənə verib nə qədər? 20 volt. Cəryan şiddəti, müqaməti mənə verib 5 ohm. Tutumu da mənə verib 3 mikrofarad. Kondensator sxemdəki kimi qoşulmuşdur. Baxın uşaqlar, birinci halda. Deməli, birinci halda nə olacaq uşaqlar? Birinci halda mənə deyir ki, K açarını qapadıqda ampermetrin göstərişi necə olur? Bax, diqqətlə mənə qulaq asın. Diqqətlə mənə. Müsbətdən cəryan gəldi. Burada gələcək bu heç. Gəldi uşaqlar, açarını qapadıqda. Bax, birinci halda açıqdır. Açıq olanda uşaqlar, nə olur? Cəryan gəlir rezistordan keçir də, düzdür? Bu lampanı işıqlandıracaq. Daha doğrusu ampermetrdir bu. Ampermetr. Cəryan gələcək, rezistordan keçəcək, gedəcək. Açıq olanda. Birinci halda rezistordan keçəcək. Və dövrə nə olacaq? Qapanacaq. Qapanacaq deyəndə, yəni ampermetr normal ampermetrdir, cəryan şiddətini ölçəcək.
Amma ikinci halda dövrə qapalı olanda Q hərfi necə yazılır? Hə, belə. Qapalı olanda uşaqlar, baxın, mən bunu qapadıram. Mən bunu qapatsam, cəryan gəlib niyə müqavimətli yol seçəcək? Bax, sizin qabağınızda 2 dənə yol var. Birinci yol düz yoldur, amma biraz uzundur. Daha doğrusu elə qısadır. İkinci yol isə bax, dərə-təpədir, belədir. Siz hansı yolla gedəcəksiniz? Birlə gedəcəksiniz, ya dərə-təpə ilə gedəcəksiniz? Bu yolda sizin qabağınıza canavar da çıxa bilər, nə bilim, bəbir də çıxa bilər, ikinci yolda. Yəni, müqavimət çıxa bilər də. Normal düşünən insan niyə bir yolunu saxlayıb 2 ilə getsin? Yəni, mənim bu cəryanı normal düşünən ağıllı insan deyil. Bu gəlib niyə bu müqavimətdən keçsin, öz belini qırsın? Gələcək elə buradan, keçəcək, gedəcək də, düz deyil. Ay sağ ol. Və bu ampermetrə çatmayacaq. Deməli, dövrə qapalı olanda, cəryan açardan keçəcək. Yazıram bura, cəryan açardan keçəcək. Düzdür? Yəni, qısa qapanma baş verəcək. R bərabərdir 0 olacaq və cəryan şiddəti nə olacaq? 0-a qədər azalacaq. Ampermetrin göstərişi necə dəyişər? 0-a qədər azalacaq. Başa düşdünüz uşaqlar bunun ətraflı izahını? Hə? Bəli. Ay sağ ol. Baxırıq 29. Deyir ki, K açarı açıq olduqda kondensatorun yükünü hesablayır. Bax, K açarı açıqdır. Yəni, gələcək cəryan burada gəlir normalda. Amma burada yüklənir də. Elektrik yükü burada yüklənir. Plus, minus. Yəni, tutumu burada yüklənir. Mən burada Q-ni tapanda S-ni vuracam oya. Yəni, 3 mikrofaradı vuracam 20-yə. Bu da eləyəcək 60. Mikrokilojol. K açarı 30-cu sual. Deyir ki, K açarı açıq olduqda, yenə açıq su, deyir K açarı açdıqda ayrılan güc. K açarı açıq olduqda ayrılan güc. P bərabərdir. Nədir? O kvadratı bölünsün R düzdür. Yəni, mənə gərginlik nə qədərdir? 20-dir. 20-nin kvadratı bölünsün 5. Bərabərdir. 400 bölünsün 5, bu da verəcək 80 watt. Deməli, 29-cu sualın cavabı 60. 30-cu sualın cavabı isə P bərabərdir 80 watt. 28-ci situasiyanın cavabı isə mən dediyim bu ətraflı izah.